Salam, axşamınız xeyir olsun. Mən Fatimə Allahverdiyeva. Eid Growth Centerin rəhbəriyəm. Həmçinin bu axşamki təlimdə moderatorunuz kimi çıxış edəcəm. Bugünkü mövzumuz jurnalistikada nitq sənəti adlanır. Təlimçimiz jurnalist Nərmin Mayız qızıdır. Təlimimiz rəsmi sertifikatlıdır. CV-nizə yerləşdirə biləcəyiniz, eyni zamanda il sonu hesabatlarınızda təqdim edə biləcəyiniz sertifikatı simvolik ödənişlə əldə edə bilərsiniz. Sertifikatı əldə etmək üçün elandakı əlaqə nömrəsinə yazmağınız kifayətdir. Təlim rekord olunur və gün ərzində mərkəzimizin Telegram kanalında paylaşılacaq. Keçid linkini WhatsApp qrupumuzda bölüşəcəm. Sizdən xahişim səsləri bağlı saxlamağınız və təlimin gedişatını bölməməyinizdir. Suallarınızı geniş şəkildə verməkdən çəkinməyin. Hər birinizə xoş öyrənmələr. Bu arada təlimdə aktiv iştirak edən bir şəxsi Nərmin xanımın təyin etdiyi əlbəttə ki, həmin şəxsə rəsmi sertifikat hədiyyə olunacaq. Bunu da əvvəlcədən qeyd edim. Söz sizdədir Nərmin xanım. Salam, axşamınız xeyir olsun. Çox sağ olun. Ümid edirəm hər kəs artıq qatılıb, üzvlər yerindədir. Təlimimizə başlaya bilərik. Öncə onu demək istərdim ki, təlimimiz nitqlə bağlı olduğuna görə istərdim ki, burada təkcə mən danışmayım, aktiv şəkildə müzakirələr olsun, debatlar olsun, bir-birimizi dinləyək, hər birimiz danışaq, hər birimiz də öyrənək. Ona görə aktivlik gözləyəcəm sizdən. Bu arada təlimə başlamamışdan əvvəl səsim batıb, onu bildirim. Nitq təliminə başlayarkən səsimin batmağı da mənim şanssızlığımdandır yəqin. Yoldaşlar, başlaya bilərik. Birinci sual vermək istərdim sizə. Sizcə nitq nədir? Nitq deyəndə ağlınıza ilk gələn təəssürat nədir? Niyə vacibdir nitq? İnsanların fikirlərini ifadə etmək və yeni məlumatlar əldə etmək üçün. Hər kəsdən xahiş edirəm ki, aktiv iştirak eləsin, çünki təlimimiz nitqlə bağlı olduğuna görə təkcə mənim danışdığım önəmli deyil. Mənim danışdığım qədər sizin də cavablarınız önəmlidir bu təlimdə, digər təlimlərdən fərqli olaraq. İnsanlar arasında ünsiyyət qurmaq üçün. Qarşı tərəfə fikrimizi aydın və gözəl şəkildə ifadə etmək üçün. Başqa kim necə cavab vermək istəyir? Mən belə düşünürəm ki, nitq bizim fikirlərimizi ümumiləşdirərək qarşı tərəfə çatdırmaq üçün istifadə olunan ünsiyyət vasitəsidir. Və sizcə nitq nə üçün vacibdir? Özümüzü ifadə eləmək üçün, fikrimizi çatdırmaq üçün, istəyimizi bildirmək üçün, özümüz nə istəyirik qarşı tərəfdən. Məncə həm də insanların köməyi yeni bilgilər əldə etmək üçün. Bu vasitəsilə mübadilə edirik. Başqa kimlərin cavabı var? Cəmiyyətdə öz mövqeyimizi tapmaq üçün. Çox gözəl. Əslində hər birinizin cavabında doğruluq payı var. Hər biriniz çox doğru vurğuluyursunuz. Nitq bizim həyatımızda ən önəmli mövzulardan biridir. Nə danışdığımız qədər necə danışdığımız da önəmlidir. Hətta deyərdim ki, nə danışdığımızdan çox necə danışdığımız əhəmiyyət daşıyır. Çünki bəzən insanlar sözlərə qulaq asmır. Onların necə ifadə olunduğuna diqqət yetirir. Ona görə istərdim ki, nitqdə təməl qaydalar nədir? Nitqimizin formalaşdırmasında ən təməl qaydalar nələrdir? Nələrə diqqət yetirməliyik? Bunları sizlə müzakirə edək. Sizcə, əgər nitqimizi formalaşdırmaq üçün ilk növbədə hansı qaydalara riayət etməliyik? İlk növbədə ana dilimizdə danışmalıyıq. Danışıq danışıqdan çıxmalıyıq. Zəhmət olmasa tək-tək cavab verək. Növbə ilə eşitmirəm sizi. İlk dinləməyi bacarmalıyıq. Natiqlik qabiliyyətini yüksək etdirməliyik, səlis danışmalıyıq. Qarşı tərəfə biləcəyimizi düzgün şəkildə və qısa, lakonik bildirməliyik. Mənim üçün əsas öz ana dilimizdə təmiz bir dildə danışmaq. Səlis aydın olmalıdır. Qarşı tərəfin başa düşəcəyi formada olmalıdır və mümkün qədər lakonik və özündə mənanı ifadə edən şəkildə olmalıdır.
Ləhcədən və vulqar sözlərdən istifadə etməməliyik. Çox gözəl. Monoton danışıq formasından çıxmalıdır. Aha, çox gözəl. Başqa nə kimi cavab? Sürətli deyil, daha aydın şəkildə danışılmalıdır. Mhm. Yaxşı. Başqa nə kimi cavablar? Mənim fikrim isə bundan ibarətdir ki, biz danışan zaman parazit sözlər dediklərimiz kimi vasitələrdən istifadə etməməliyik, sırf ana dilimizin sözlərindən istifadə etməliyik. Danışarkən çox asta və çox tələskən də danışmaq düzgün deyil. Daha sonra danışarkən digər dillərin sözlərindən istifadə etmək olmaz bu kimi. Çox doğrudur. Bunun üçün Bu müəyyən şəkildə danışmaq. Mən düşünürəm ki, insan həyəcanlı olduğu halda tələsik danışa bilər. Bu normal insanlıq halıdır. Yəni tələsik danışırsa bu o demək deyil ki, o insan səlis danışa bilmir və ya danışıq qabiliyyəti yoxdur. Bu mövzuya da toxunacağıq indi sırayla. Əslində tələsik danışmaq danışıq qabiliyyətinin olmadığı anlamına gəlmir, amma səlis danışmaq üçün aramla danışmaq ən effektiv qaydalardan biridir. Çünki tələsik danışılanda bəzi sözləri, son hərfləri gedə bilir, itə bilir və hətta itməsə belə qarşı tərəf onu biraz dinləməkdə çətinlik çəkir, qulaq yorur. Amma aramla, sakit, doğru yerdə doğru intonasiyanı qoymaq, doğru yerdə doğru pauzanı qoymaqsa artıq insanı dinlənilən edir bir növ. Yəqin ki, siz də mənim fikirlərimlə razısınız. Nitqin təməl qaydalarından biri, düzgün formalaşmasının təməl qaydalarından biri düzgün tələffüzdür, düzgün söz seçimi və düzgün cümlə quruluşudur. Düzgün tələffüz zamanı, yəni orfoqrafiya qaydalarını bir kənara qoyub orfoepiyadan doğru və düzgün formada istifadə etmək lazımdır. Məsələn, bəzi sözlərin deyilişi kimi, daha doğrusu yazılışı kimi deyildiyi zaman biraz qulağa yorucu gəlir, monoton gəlir, kitablaşdırılmış kimi gəlir. Sanki kitabın özündən bir yazı oxuyurmuşsunuz kimi səslənə bilər. Ona görə də orfoepiya qaydaları ən təməl, ən başda duran amillərdən biridir. Bəs siz orfoepiya qaydaları deyəndə nəyi başa düşürsünüz tam olaraq? Düzgün tələffüz qaydası. Məsələn, nələrə diqqət yetirmək lazımdır? Sözlər yazıldığı kimi tələffüz edilməli deyil və yaxud da ki, hansı hərflər itirilməlidir və ya əlavə edilməlidirsə, ona diqqət etmək lazımdır. Başqa kim necə qoşulmaq istəyir? Kimin necə əlavəsi var? Xanımın səsi bağlıdır, danışıramı? Danışıq zamanı sözlərimizi daha səlis alındırmalıyıq. Qarşı tərəf ötürmək üçün. Çox doğrudur. Başqa kim necə əlavə eləmək istəyir? Sözlər yazıldığı kimi deyilməməlidir. Onu daha düzgün tələffüz şəkildə deyilməlidir. Bir də sözlərdə vurğuya əməl etmək lazımdır. Sözlər hansı hərfin uzadılmasını diqqət etmək lazımdır. Bəli, bəli, çox doğrudur. İntonasiyaya diqqət etmək lazımdır. Çox doğrudur. Hər birinizin doğruluq payı var, hər birinizin dediyi variantlarda. Bəzən məsələn insanlarda gündəlik olaraq rastlaşdığımız, eşitdiyimiz sözlərdən biri də ədatların doğru işlənməməsidir. Məsələn, incə saytla bitən sözə incə saytla başlayan ədat yaramalıdır, amma məsələn bilirsən də əvəzinə bilirsən də deyirlər. Məsələn bu da artıq düzgün danışıq forması deyil. Həmçinin digər vurğuladığınız nüanslar da buna aiddir. Bir tək bunu vurğulamadınız, ona görə bunu da dedim mən vurğulayım. Sözlərin düzgün seçiminə gəlincə isə onda siz nə başa düşürsünüz? Məsələn, danışarkən sözlərin düzgün seçilməsi üçün nələrə diqqət etmək lazım? Məsələn, sözlərin sinonimlərindən istifadə edəndə düzgün istifadə etmək lazımdır. Məsələn, ürəyim ağrıyır, yenə qəlbim ağrır desə biraz düzgün çıxmaz. Bəzi kəlmələr var ki, əvəz edicisi düzgün olmalıdır. Aha, çox doğrudur. Leksik norma deyilən bir şey var və leksik norma gözlənilməlidir. Məsələn, mən qapını döydüm falan belə demək düzgün deyil. Yox, qapını döydüm düzgündür əslində. Bilirəm ki, bəzən söz sırasında ola bilər də, yəni normal danışıq dilidir. Niyə də olmasın?
Necə? Yəni normal olaraq söz sırası pozula bilər də. Bəzən olur, yəni danışıqda Söz rast gəlinir. söz sırası inversiya, hə. Söz sırasının pozulması ola bilər. Daha çox da bu nəzm formasında rastlanır. Amma leksik norma pozulduqda, məsələn, etməli olduğumuz bir sözün yerinə başqa bir söz istifadə edirik. Bu zamanda leksik norma pozulmuş olur. Mhm. Çox doğru vurğuladınız. Hər birinizin çıxışlarını qeydə alıram. Sonda sertifikata görə ad verməliyəm. Ona görə hər birinizin çıxışı mənim üçün çox önəmlidir. Aha, ondan sonra sözlərin düzgün istifadəsi, vulqar və varvar sözlərdən kənar qaçmalıyıq. Bacardığımız qədər başqa dildən bizə keçən digər sözlər var, alınma sözlər, hansı ki bizim dilimizə yatmayan, uje, kuruq. Çox vaxt bunu video formasında müəllimlər də artıq çəkməyə başlayıblar. Məsələn, bu sözlərdən uzaq durmaq lazımdır. Çünki biraz qulağa yorucu gəlir öz dilimizdə olmadığına görə və cümlənin düzgün quruluşu dedikdə nə başa düşürsüz? Cümlədə sözlərin ardıcıllığının düzgün riayət edilməsi. Nütqdə tamamlıq, təyin, bu kimi cümlə üzvlərinin ardıcıl şəkildə ardıcıl. işlənməsi. Həmçinin də bayaq qeyd etdiniz ki, demək bizim dilimizə uyğun olmayan ifadələrin işlədilməsi, məsələn bayaq da dediniz, uje yerinə artıq sözü işlədilsə daha düzgün olar. Həm də ki biz fikirlərimizi daha aydın, yəni çatdıra bilərik insanlara. Bəli, çox doğrudur. Başqa kimin necə əlavəsi var? Söz sırası pozulması daha çox nəzmdə, yəni şeir formasında bizim rastımıza çıxır. Onda da fikrin daha qafiyənin daha uyğun olması, fikrin təsir gücünün biraz daha artırılması üçün istifadə olunur deyə. Bəzən ola bilər. O artıq gündəlik və jurnalistikada nitqdən çox poetikada nitq hissəsinə keçir. O da çox normaldır. Orada qafiyə məsələsi var, orada heca vəzni məsələsi var. Ona görə orada biraz dəyişikliklər ola bilər. Ondan sonra nitqin strukturu dedikdə bəs nə başa düşürük biz? Daha da Biləklədir, quruluşu. İfadənin bədii Düzülüş qaydası. Başqa kimin necə əlavəsi var? Dediyiniz kimi cümlə qurarkən sözlərin düzgün ardıcıllığının müəyyən olunması. Həmçinin bu söz birləşmələrinə də aiddir. nitqdə emosionallıq da ola bilər. Emosionallıq, bədii təsir vasitələri, ifadə vasitələri. Bundan olaraq sözlərdə mübtəda və xəbərin uzlaşması kəmiyyətə görə. Əslində bizim indiyə qədər saydığımız hər bir şey, yəni qrammatik norma, leksik norma, bunların hamısı nitqin strukturuna daxildir. Aha, çox doğrudur. Cümlənin baş ikinci dərəcəli üzvləri belə desək daha düzgün olar. Aha. İndi mən könüllü olaraq bir neçə nəfər istəyirsə qoşula bilər. Əgər bir auditoriyaya çıxış eləyəcəksinizsə, nitqiniz neçə hissədən ibarət olacaq? Yəni normal olaraq nəticə. Bəs burada girişdə nələri ön plana çəkməlisiniz? Əsas hissədə nələri diqqət mərkəzinə almalısınız? Nəticədə nələri vurğulamalısınız? Məsələn, qısa bir auditoriyaya çıxış üçün nitq deyə bilərsiniz. Kim istəyirsə könüllü qoşula bilər. Misal mətn şəklində. Aha. Məsələn, elə bilin ki, bu təlim moderatoru sizsiz, aparıcısı sizsiz. Məsələn, necə danışmaq istərdiniz? Mən danışım. Aha. Nitq hər bir insanın fikirlərini bir-birinə bölüşməsi üçün vasitədir. Müxtəlif dillərdə nitq qurula bilər və insanın ünsiyyətində bir sıra amillər mühüm rol oynayır. Əsas hissədə amilləri sadalaya bilərik. Məsəl üçün, leksik, qrammatik norma, fonetik norma və insanda vulqar, varvar sözlərdən istifadə etməməsi, sözün düzgün tələffüz edilməsi, bunlar əsas qaydalar hesab olunur. Bununla yanaşı insanlar sürmədə vurğuya da əməl etməlidir. Nəzərə almaq lazımdır ki, nitq qısa və lakonik olmalıdır. Sonra burada vurğulaya bilərik ki,
Atar sözünü misal çəkə bilərik. Vacib, məsəl üçün, birinci səhvi varsa da suda artıq istəyəndə dərd verir o da. Məsəl üçün, bunu demək olar ki, nitqin çox amma faydasız olması insanlara yorucu təsir göstərə bilər. Nəticədə demək olar ki, buna görə insanlar quracağı nitqdə, ünsiyyət formasında çalışdığı qədər vacib məqamlara toxunmalıdır və qarşı tərəfə müsbət bir təsir ötürməyi bacarmalıdır. Nəticədə bunu vurğulamalıdır. Əla, çox gözəl. Başqa kim könüllü qoşulmaq istəyir? Mən deyə Mən bilərəm. Aha. Birinci biz ilk dəfə auditoriyaya daxil olduqda artıq ilk öncə auditoriyada kimin qarşısında çıxış etdiyimizə fikir verməliyik. Çünki auditoriyada olan insanların maraq dairələri fərqli ola bilər. Tutaq ki, tələbələr olan auditoriyaya daxil oluruq. Tələbələr olan auditoriyaya daxil olduqda ilk öncə onların diqqətini çəkmək üçün, yaxşı bir giriş vermək üçün İlk öncə yox, ilk növbədə demək daha yaxşı olar və yaxud da ilk olaraq. Çünki ilk və öncə ikisi də eyni mənanı daşıyır. Tamam. Vurğulam. İlk növbədə giriş hissəni başlamaq üçün onlara maraq oyatmaq lazımdır. Ona görə biz giriş hissəni suallarla başlaya bilərik. Məsələn, deyə bilərik ki, stres mövzusu olsun. Stres mövzusunda ilk növbədə başlaya bilərik ki, stres sizin həyatınızda hansı rol malikdir və s. Giriş, sonra gəlir əsas hissə. Əsas hissədə mövzudan danışacağıq təbii ki. Nəticə hissədə isə biz danışdığımız hər bir şeyi ümumiləşdirməliyik, ümumi bir nəticə və yadda qalan bir ifadə işlətməliyik. Sonra Honor adında xanım da bayaq danışmaq istəyirdi. Adını bilmirəm. Bəli, özümü təqdim edim. Qasımova Aytən. Aytən xanım, buyurun. Bəli. İlk öncə mən bir tələbə olaraq bir növbədə auditoriyadan başlamaq istəyirəm. Auditoriya qarşısında özümüzü necə idarə etməliyik? İlk 30 saniyədə həyəcanı yenmək üçün nə etməliyik? Sonra auditoriya qarşısında baxış taktikası deyək. Yəni baxışımızı necə idarə etməliyik? Hansı istiqamətdə? Danışarkən hansı ki səs tonu, səsə diqqət etməliyik. Yəni səsdə həyəcanın olmaması. Bu zamanda yəni qarşı tərəf bunu tez bir zamanda hiss edir. Həyəcanlı səslə danışıqda hiss olunur. Bir də kifayət qədər özümüzü təqdim etmək üçün jest mimikalardan istifadə etməliyik ki, bu danışıq suyuna alınmasın. O da çox yox, çox olduqda yəni tələskənlik və yaxud həyəcanlanmaq kimi halını göstərə bilər. Bir də səsimizə diqqət etməliyik, sözlərimizi qısa kəsməliyik, yəni lakonik formada olmalıdır, sözümüzü birbaşa ifadə etməyi bacarmalıyıq. Başqa kim qoşulmaq istəyir? Mən danışa bilərəm. Ha? Nitq özünü ifadə üçün əsas vacib amildir. İnsanların cəmiyyət içərisində özünü ifadə etmə bacarığıdır. Daha sonra nitqdə əsas dediyimiz kimi nə danışmaq yox, necə danışmaq nüansı əsas götürülür. Əsas odur ki, aydın, səlis şəkildə fikrimizi ötürə bilək. Ləhcədən, monotonluqdan kənar olmalıyıq. Daha sonra intonasiya, vurğu, bu kimi amillərə əsas diqqət yetirməliyik. Alfabeya qaydalarından düzgün şəkildə istifadə etməyi bacarmalıyıq və əsas odur ki, danışarkən fikir verməliyik, yəni danışığımıza. Əsas odur ki, necə gəldi danışmayaq, nə danışdığımızın mahiyyəti olsun, mövzusu olsun, belə deyim. Daha sonra söz sırasını qorumalıyıq. Demək, vacib amilləri demək olar hər biriniz vurğuladınız. İndi sözlərin düzgün tələffüzü və intonasiya ilə bağlı amillərə keçmək istəyirəm. Bununla bağlı kimlər danışa bilər? Sözlərin düzgün tələffüzü və intonasiya nə üçün vacibdir bizim nitqimizdə? İntonasiya olmasa nitq monoton ola bilər, qarşı tərəfə bezdirici kimi görsənə bilər və sözlərin düzgün tələffüz qaydası da ona görə lazımdır ki, bəzi sözlər var ki, bir hərfi məsəl üçün dəyişsə başqa bir məna kəsb edə bilər və ya vurğu səhv qoyulsa, intonasiya başqa cür olsa başqa sözə çevrilə bilər. Məsəl üçün əsir kəlmələri, ondan sonra bəzi sözlər var ki, alma, bu sözlərdə
Bu kimi kəlmələrdə buranı əmin eləmək lazımdır. Mhm. Vurğunun düzgün qoyulması xanım onu nəzərdə tutur. Yəqin ki. Aha, bəli. Başqa kim qoşulmaq istəyir suala? Mən deyə bilərəm. Buyurun Nurən. İntonasiya dediyimiz kimi vurğunun düzgün qoyulması, pauzalardan düzgün istifadə etməsi və intonasiyanın növləri var. Məsələn, intonasiyanın qalxması, intonasiyanın enməsi və s. Bunlardan istifadə zamanı əslində qarşımızdakı insanın diqqətini daha çox çəkmiş oluruq. Məsələn, tutaq ki, elmi bir məqalədən danışırıqsa, biz burada daha emosional danışsaq, artıq onun effektivliyi aşağı düşəcək. Və yaxud da biz pauzalardan istifadə etmiriksə danışan zaman bu intonasiyanın tempinə təsir göstərir. Yəni biz danışan zaman bu daha çox sürətli danışırmış kimi bir forma yarada bilər. Bu da qarşıdakı dinləyicinin müəyyən bir müddətdən sonra diqqətinin dağılmasına səbəb ola bilər. Bir də intonasiya mətnin formasına görə dəyişə bilər. Məsəl üçün, əgər mərsiyə, yaz tipli məclislərdə hansısa bir nitq qurulursa, çalışmaq lazımdır ki, insanın səs tonu daha aşağı olur, intonasiya daha yavaş tonda gedir. Amma şad bir xəbər deyilirsə, yüksək havalı ruhiyyəni ifadə edən məzmunda nəsə danışılırsa, intonasiya bir qədər sürətli gedə bilir. Mhm. Bəs sizcə nitqimizdə söz seçimi necə olmalıdır? Necə? O Bir də vurğun. asılı ola bilər. Olmalıdır. Qarşı auditoriya əgər məsəl üçün televiziyada böyük bir auditoriya çıxış edirsə, elmi kəlmələrdən istifadə etmək daha düzgündür. Hikmətli ifadələr və ya frazeologizmlər. Amma əgər uşaqlara danışırıqsa nəyisə, kiçik yaşlılar danışırsa, ona əmək etməliyik ki, sadə sözlər seçməliyik. Yəni qarşı tərəfin anlaşa biləcəyi kəlmələr seçməliyik. Yəni bir sözlə mühitdən və ya insanlardan Əslində asılı olmur. auditoriyanın fərqi. Buyurun. Neologizmlərdən istifadə etməliyik. Arxaizmlərə bəlkə yol verməməliyik çalışdığımız qədər. Və bir də bəzi ləhcələrdə sözlər var. Dialekt sözləri yer verməli deyilik dilimizdə. Dialekt sözlər, başqa dildən keçən sözlər. Amma bəzi nüansı vurğuladınız. Mühitə görə danışıq strukturunu dəyişmək məsələsi. Amma qarşıdakı auditoriya necə olursa olsun, çalışdığımız qədər sadə və anlaşılan danışmaq bizi ifadə eləməyimizin ən düzgün vasitəsidir. Ola bilər qarşımızdakı kütlə çox elmi dərəcəsi yüksək insanlar ola bilər. Bizim danışdığımız hər çətin cümlələri başa düşə biləcəyi insanlar ola bilər, amma sadə və anlaşılan danışmaq bizim nitqimizi daha səlis formada edir. Ona görə bunu vurğulamaq lazımdır ki, sadə, səlis danışmaq əsas məsələlərdən biridir. Ritm sürətdən danışmaq. Bu arada başqa nəsə vurğulayacaqdım, sözüm yadımdan çıxdı. Uzun cümlələrdən qaçmaq məsələsi. Bunu vurğulamadınız. Məsələn, uzun cümlələr artıq cümlənin ortasına gələndə əvvəlini unutursunuz. Daha doğrusu auditoriya unudur. Fikirləşir ki, bu nədən danışırdı, hardan gəldi, necə gəldi. Ona görə uzun cümlələrdən dərhal uzaq durmaq lazımdır. Çünki nə qədər qısa cümlələrdən istifadə ediriksə, o qədər fikrin məğzində qalırıq, mərkəzində qalırıq və bizi dinləyən adamlar da həmin o mərkəzdən uzaqlaşmır. İndi ritm və sürətdən danışmaq istəyirəm. Ritm və sürət danışığımızda ritm və sürətə necə fikir verməliyik? Cümlənin, məsəl üçün, giriş hissəsində ritmimiz yavaş tempdə başlamalıyıq. Sonrakı hissələrdə isə tempimizi artıra bilərik. O da yenə də danışacağımız mövzudan asılı olaraq dəyişə bilər. Cümlənin Bilərəm. Aha, buyurun. Xanıma təşəkkür edirik. Bu mövzuya toxunmaq istəyirəm. Hansı ki, məncə səs balanslı olmalıdır. Yəni nə yuxarı olmalıdır, nə aşağı olmalıdır. Balanslı tonla danışmalıyıq. Mən belə düşünürəm. Başqa sözləri oxucu yaxud da ki, dinləyici daha diqqətlə dinləyə bilsin deyə bəzi sözləri və yaxud kəlmələri daha uca səslə deməmiz daha yaxşı olar. Danışa bilərəm mən də. Bəli, buyurun.
Çünki bəzən hər hansı bir mövzu haqqında danışanda insan bəzən hisslərini idarə eləyə bilmir, yəni emosiyalarına hakim olmaya bilər və bu zamanda nitqdə yəni bəzi problemlər yarana bilər həyəcan nəticəsində. Amma ilk öncə demək insan özünü idarə etməyi bacarmalıdır. İnsan ilk öncə özünü idarə etməyi bacarmalıdır ki, onun nitqində də bəzi qüsurlar yaranmasın. Həmçinin də fikirlərini demək auditoriyadakı insanlara demək çatdıra bilsin. Ən önəmlisi də budur. Bayaq da onu da qeyd etmişdiniz ki, məsələn, insan auditoriyanı necə ələ ala bilər fikrində. Məsələn, biz məişət üslublar bilirik də, hər hansı, məsələn, publisistik üslub, elmi üslub, məişət üslub. Yəni məsələn biz məişət üslubu deyiriksə, məişətdə danışdığımız hər hansı bir məlumatı biz kütlə qarşısında, auditoriya qarşısında təqdim eləyə bilmərik. Yəni ki, ona görə deyirəm ki, publisistik üslubda da elə bu xüsusiyyətlər vardır ki, kütləvi anlaşıqlılıq, aydınlıq, sadəlik. Yəni biz auditoriya qarşısında, yəni kütlə bir insan qarşısında fikrimizi elə bir formada çatdırmalıyıq ki, həm bu fikirlər yorucu olmasın, həm də ümumi insanlar tərəfindən anlaşıqlı olsun. Ona görə də elə, yəni publisistik üslubun əsas göstəricisi budur. Hər hansı bir məsələn konfransa qatıla bilərik. Bu zaman elmi üslubdan istifadə edə bilərik. Yəni hər hansı bir mövzu haqqında, hər hansı bir sahə ola bilər, ixtisas ola bilər. Yəni bir yönün, bir istiqamət haqqında bir demək təlim keçirilirsə, webinar keçirilirsə, konfransda iştirak eləyiriksə, biz o zaman bəli elmi üsluba dair bəzi xüsusiyyətləri sadalaya bilərik və hər hansı bir mövzu haqqında demək o mövzunu əhatə edən fikirlərə sürə bilərik. Yəni bu da o demək deyil ki, bütün kütlə bu fikirləri başa düşməlidir. Yəni hər kəsin öz bir müəyyən bir sahəsi var, müəyyən bir peşəsi, ixtisası var. Yəni ki, məsələn mən bu gün jurnalistəmsə, digər bir ixtisasa yiyələnən insan, yəni bəzi müəllimlər, yəni jurnalistikaya aid olan yönümləri, maraqları, yəni bunların hamısını onlar bilə bilməz. Yəni həmçində bir jurnalist də müəllimə bağlı olan xüsusiyyətləri, onun demək öz sahəsində olan şeyləri bilə bilməz. Yəni hər sahənin, hər ixtisasın, hər üslubunda özünə məxsus demək formaları vardır. Mən belə düşünürəm. Başqa kimin əlavəsi var mı? Deyirəm. Biz nitqin sürətindən danışdıq. Bayaq vurğulandı ki, sürət hər yerdə eyni saxlamaq lazımdır. Mənim fikrimə görə bu çox yanlışdır. Yəni sürətin əslində üç forması var. Normal sürət, aşağı sürət və yuxarı sürət. Yəni sürəti biz azaldır və artıra bilərik. Məsələn, motivasiya dolu bir seminardır. Auditoriyanın motivasiyasını qaldırmaq üçün biz orada aşağı sürətlə danışarsaq, həmin auditoriya bizim danışdığımız motivasiya cümlələri eyni effekti verməyəcək. O qədər də çox təsir etməyəcək. Ona görə məsələn, motivasiya cümlələri olduqda biz sürətimizi artıra bilərik. Yəni enerji yaratmaq üçün sürətimizi artıra bilərik. Və yaxud da sürəti yavaşlatmaq dedikdə də tutaq ki, emosional bir məqamdır. Emosional nəsə danışırıqsa, bu zaman biz sürəti azalda bilərik. Yəni buna görə də nitq hər zaman normada qalmır. Əslində bu vurğuladığınız doğru nüansdır. Sadəcə olaraq bu sürət məsələsi deyil, bu ritm məsələsidir. Hə, danışığımızda ritmli danışa bilərik, emosional cümlələrdə daha ritmik danışırıq, daha sakit danışdıqlarımız da olur. Amma auditoriyaya və yaxud da jurnalistikada, nitqdə və yaxud da elə gündəlik danışığımızda belə orta templə danışmaq ən ideal seçimdir. Çünki asta sürətlə danışanda qarşı tərəfin fikri yayına bilər. Daha sürətli danışdıqda isə qulağa yorucu gələ bilər bu. Ona görə də orta sürət ən belə ideal seçimdir. Ritmik danışmaq isə doğru vurğuluyursunuz. Ritmik danışmaq isə mövzuya görə dəyişə bilər. Əgər bunun suyunu alındığını düşünürsünüzsə, siz orada artıq mimikalarınızla, əl hərəkətlərinizlə, yəni artıq əl hərəkətləriniz və mimikalarınızla söhbəti idarə edə, göz kontaktı quraraq, yəni soldan sağa taktikası var, sol, sağ, sol. Yəni bunu tutaraq auditoriyanı idarə edə bilərsiniz. Yəni belə deyim, səs tonunun balanslı olmasının ziyanı yoxdur. Elə mənim də növbəti keçəcəyim mövzu buydu. Bədən dili, jestlər, mimikalardan auditoriyanı ələ almamızda bədən dilinin, jestlərin, mimikalarının bizim danışığımızda önəmi nə qədərdir sizcə? Sizcə nə qədər istifadə eləməliyik bunlardan? Bunlardan çox da lap az da istifadə etmək düzgün deyil. Əgər jestlər və mimikalar nə qədər çox olarsa, auditoriya daha da
necə deyim, sıxıla bilər, fikrini toparlaya bilməz. Çünki zaten eyni jestlər və eyni mimikalar özünü ifadə edər. Amma mövzuya görə, qurduğu cümlələrə görə müxtəlif jestlərin mimikalarını istifadə edə bilər. Amma üz mimikası tez-tez dəyişməli deyil. Anidən qurulan cümləyə görə dəyişməlidir. O da diqqəti özünə cəmləmək üçün və çalışmalıdır ki, oradakı insanlara göz kontaktı qurmalıdır. Çünki göz kontaktı qurması, havaya, yerə baxsa artıq insanların fikri də yayılmış olacaq. Ona görə bu qaydaları da əməl etmək vacibdir. Danışa bilərəm mən. Bəli, bəli, buyurun. Bütün vurğulamaq istədiyim nüansları hər birini siz deyirsiniz. Ona görə başa düşən kütlə iştirak elədiyimə görə təlimdə çox belə xoşbəxtəm. Buyurun. Jest və mimikalardan əslində həddindən artıq əl hərəkətindən istifadə etdikdə, məsələn, diqqət yayılır və yaxud da əlləri gizlətdikdə bu güvənsizlik hissi yaranır. Məsələn, biz psixologiyada keçirik. Təbii ki, bədən dili olaraq hər birinin başqa bir anlamı olur. Məsələn, qaşların qalxması vurğu və marağa səbəb olur. Gülümsəmə olduqda pozitiv enerji yayır və s. Və jest və mimikaların istifadəsi bəzən həmin fikrin təsir gücünü artırır, bəzən həmin fikrin təsir gücünü yumşaldır. Məsələn, tutaq ki, bir söz deyirik, o sözün insanın xətrinə dəymə səviyyəsi sizin mimikanızdan asılı ola bilər. Çox net bir şəkildə, heç bir reaksiya vermədən o cümləni dedikdə, ola bilsin ki, qarşı tərəfin xətrinə dəysin və ya da biz gülümsəyərək o cümləni dedikdə, artıq nə edirik? O cümlənin təsir gücünü yumşaltmış oluruq. Buna görə də jest və mimikaların rolu böyükdür və yaxud da inandırmaq üçün. Tutaq ki, nəyisə bir təsdiqləyiriksə, bunu başımızla da belə təsdiqləyib və yaxud da yox deyiriksə, belə yox dedikdə artıq o daha inandırıcı olur. Başqa kim qoşulmaq istəyir? Mən qoşulmaq istəyirəm. Əsasən biz mimikalarımızı, jestlərimizi şeir deyəndə istifadə edirik, bildiririk, onları hiss edirik. Şeiri deyəndə o sözlər ki var orada, onun mimikalarında daha rahat istifadə olunur. Mən Məmməd Hüseyn Şəhriyanın belə bir şeiri var. Deyir, bədəndə hər üzvün olur öz yeri. Qolun qol yeri var, gözün göz yeri. Ölçəyə bilək də, göz də gərəkdir, qılınca bərabər söz də gərəkdir. Məncə istifadə etmək daha düzgün olar, mənim fikrimcə. Səs qırıldı, ortada eşidə bilmədim sizi. Deyəsən xanımın internetində problem yarandı. Aha, başqa kim qoşulur? Düşünürəm ki, auditoriya qarşısında bir qədər özümüzü ələ almış oluruq. Yəni gündəlik mühitdə bunu bir qədər etməsək də, normal olaraq auditoriya qarşısında çıxış etdiyimiz üçün, həmçinin səs tonumuza, belə deyim, bədən dilimizə, bayaq vurğuladığımız kimi göz kontaktına, belə deyim, jest mimikalarımıza diqqət yetirilir. Ona görə də hər bir şey balanslı şəkildə olsa, auditoriya qarşısında bir o qədər yaxşı olar. Amma belə gündəlik həyatda təbii ki də emosiyalarımızı həddindən çox da bildirə bilərik, az da bildirə bilərik. Yəni bu bizim özümüzdən asılı olan bir şeydir. Yəni ətrafımıza, mühitimizə görə dəyişir. Mən belə düşünürəm. Çox doğru vurğuladınız. Göz kontaktı təkcə auditoriyaya çıxış edərkən yox, tet-a-tet öz məsələn rəfiqənizlə, dostunuzla danışanda belə çox mühüm amildir. Mən də olmuşam, yoxsa siz də olmusunuz? Heç kim tərpənmir. Hə. Aha. Əgər məsələn bir rəfiqənizlə də adi tet-a-tet söhbət elədiyiniz zaman göz kontaktı o qədər vacibdir ki, bəlkə də onun orada fikri nəyəsə qarışa bilər, amma göz kontaktı həm mən səni dinləyirəm deməkdir, həm də mən sənə izah edirəm deməkdir. Auditoriyada isə yəni tək bir nöqtəyə fokuslanmaq bəs eləmir. Orada olan insanlarla göz kontaktı qurmaq lazımdır. Məsələn, mənim xarici sınavlara qoşulmuşam başqa ölkələrdə. Həmişə bəlkə də bunların ortasında ürəyim sıxılıb, telefona baxmaq istəmişəm. Təlimçi amma orada mənlə göz kontaktı quranda artıq mən onu dinləmək məcburiyyətində hiss eləmişəm özümü. Ona görə göz kontaktı çox vacib nüanslardan biridir.
Dinləyicini cəlb edincə isə və sizcə dinləyicini cəlb etmək üçün başqa hansı nüanslara fikir vermək lazımdır? Təlim başlayandan demək olar ki, mən bunu istifadə edirəm. Görüm kim deyəcək bunu. Suallar. Məncə sual-cavab formasında etmək lazımdır ki, yəni sıxıcı olmasın. Bir nəfər danışır, yəni auditoriyanın fikri maksimum 10 dəqiqə qala bilər orada. Daha sonra hərə yəni öz işində olur. Ona görə də sual-cavab formasında daha səmərəli şəkildə bunu gətirə bilərik. Eynən. Başqa kimin necə əlavələr var? Kitab Bu etmiyorlar. mənim keçdiyim bütün olar ki, aktivlik belə bu formada gedir də. Çünki özüm də qoşulduğum təlimlərdə müəyyən bir vaxt çərçivəsindən sonra ürəyim sıxılır, deyirəm ki, hayda mən niyə bu təlimə qoşulmuşam, amma danışanda insan özünü həqiqətən də önəmli hiss eləyir də. Bir təlimə qoşuluram, danışır təlimçi müəyyən qədər və sual verir. Artıq mən danışanda ön plana mən də çıxıram deyə. Artıq onun danışdığı da mənə maraqlı gəlir. Ona görə sual-cavab auditoriyada ən önəmli, vacib amillərdən biridir. Çünki məsələn artıq orada Jalədir, Nuranədir, Aytən idi, səhv eləmirəmsə adı. Bəli, Aytən. Aytən. Məsələn mən bayaqda məsələn sual verəndə bu üç xanımdan cavabı gözləyirəm və avtomatik olaraq onlar da fərq ki, mən onların verdiyi cavabları. Ona görə onlar çıxanda da mən bunu hiss eləyəcəm. Təlimdən çıxanda, təlimdə fikirləri başqa yerə qarışanda da mən bunu hiss eləyəcəm. Ona görə sual-cavab ən effektiv amillərdən biridir. Ondan sonra kiçik hekayə. Mən Üzr qarışıq. istəyirəm. Sözünüzü kəsmiş oluram. Sizin internet gedir gəlir. Bu məndə belə deyil yəqin ki, hamıda belədir. Hamında belədir. Evet, arada gelir. Deyəm onda mən bir dəqiqə. Hal-hazırda qaydasındadır, bayaq oldu. Belə. Hansısa sözüm, hansısa fikrim yarımçıq qaldısa, oradan davam edə bilərəm. İnterneti dəyişdim, indi ümid edirəm bir problem yoxdur. Düzəldi. Aha. Hansısa fikrim sizdə yarımçıq qaldısa, onu istəyirsə, Hayır, yarım kalmadı. Ondan sonra dinləyicini cəlb eləmək üçün hansı metodlardan istifadə eləməliyik? Hitap etmək olar həmin adama. Məsəl üçün, əgər orada deyilsə, onda fikri, diqqəti cümləmizə gələ bilər. Başqa? Motivasiya edici fikirlər irəli sürə bilərik. Yəni ki, bayaq da qeyd etdiniz, göz təması. Göz təması bəzən çox şey dəyişə bilir. Yəni ki, çox sıxılan bir insanla belə auditoriya qarşısında dayanmış bir şəxs göz təması qurduqda onun fikrini tamam dəyişə bilər. Yəni ki, mövzuya daha da cəlb eləyə bilər, belə düşünürəm mən. Aha, sonra? Həmin şəxsə sual verərək onu yaxşı mənada düşünməyə vadar edə bilərik. Aha. Məsələn, ondan başqa hekayələr də danışmaq olar. Bu, istər danışdığınız kütlənin maraq dairəsini biraz da genişləndirir. Məsələn, kamera qarşısında rahat danışmağın önəmli yollarından biri. Mən hər təlimimdə demək olar bu misalı çəkirəm. Təzə-təzə jurnalistika sahəsinə başlayanda mən çox həyəcanlı olurdum. Mikrofonu əlimə alırdım, söz fikirləşirdim. Öz-özümə əzbərləyirdim o sözü ki, mən bunları deyəcəm. Mikrofonun qabağına keçirdim. Daha doğrusu kameranın qarşısına keçirdim. Mikrofonu əlimdə tuturdum. Hər şey yadımdan çıxırdı. Hər şey heç nə ağlımda qalmırdı. Baxırdım mən nə danışacağam, necə danışacağam. Bunlar əslində davamlı olaraq məşqlərlə keçən bir şeylərdir. Elə bu həyəcan məsələsi, nitqimizdə həyəcanın rolu çox önəmlidir. Həyəcanı bastırmadığımız təqdirdə, yəni onu bir tərəfdə dəfn etmədiyimiz təqdirdə nitqimiz uğurlu alınmır. İstər-istəməz biraz səsimiz titrəyir, sözləri fikirləşirik, hər şeyi unuduruq. Mən bu sahəyə təzə gələndə həmişə yadımdadır ki, ilk çəkilişim səhv eləmirəmsə, avtomobillərin qazları ilə bağlı idi. Reydə getmişdim. Orada mən neçə dəfə stand-up eləmək istədim.
Operatorum mənə deyirdi ki, hə Nərmin narahat olma, burdayıq, heç yana getmirik, narahat olma, burdayıq. Ondan sonra eyni operatorla yenə çəkilişə çıxdım. Onda da bike sharing-lə bağlı idi. Dayanmışam avtomobilin yanında. İnsanlar keçir gəlir mənə baxır. Hər kəsin belə diqqət mərkəzindəyəm. Qabağımda kamera, özüm əlimdə mikrofon. İstərsəniz hamının belə fikrin yayınır da ki, ha burada nə çəkiliş gedir, nə hadisə baş verib. İnsanların mənə baxmağı belə məni özümü həyəcanlandırırdı. Ona görə hər şey yadımdan çıxırdı. Amma bunlar zamanla keçən bir şeylərdir. Əgər jurnalistika sahəsində uğurlu olmaq istəyirsinizsə, məsələn bir müxbir kimi, aparıcı kimi, jurnalist kimi istəyirsinizsə, ona görə mütəmadi olaraq məşq eləmək vacibdir. Hətta evdə öz-özünüzə belə olsa, telefonu bir kənara qoyun, özünüzü çəkin, başdan hansı xəbəri danışmağa və yaxud da stand-up eləməyə. Mən çox uşaq yaşlarından əlimə darağı götürürdüm. Başlayırdım ki, burada bu qəza baş verib, burada bu yanğın baş verib. O vaxtdan biraz bədniyyət olmuş. Ondan sonra heç yumor, maraqlı faktlarda məsələn dinləyicini, kütləni insana daha nitqi yadda qalan edir insanın nitqini. Bu for example-larımda çəkdiyimə görə bayaqdan deyirəm xarici sözlərdən istifadə eləməyin. Özüm for example deyirəm. Sonra praktika, onu da vurğuladım. Praktika çox vacib amildir. İndi biraz siz danışın, bayaqdan mən danışıram. Mənim də səsimlə bağlı bir hekayəm var, danışım. Buyurun. Əslində mən 5-ci sinifə qədər R hərfini tələffüz edə bilməmişəm. Y deyə tələffüz etmişəm. Ona görə səsimə qarşı böyük bir kompleksim var idi. Daha sonra 16 yaşım olardı. Mən onlayn network marketinq işinə qoşuldum və orada məni tələb etdilər ki, sən insanlarla səslə danışmalısan, onlara səs göndərməlisən. Halbuki mən səsli, zəngli səs göndərməkdir. Heç yaxından uzaqdan əlaqəm yoxdur, çünki səsimə qarşı kompleksim var. Amma artıq məcbur bunu etməliyəm. Nə edirdim? WhatsApp-ın özümə mesaj göndərmə yeri var. Girirdim oradan, özümə səs göndərirdim, silirdim, göndərirdim, silirdim. Səs xoşuma gəlsə yönləndirirdim onlara. Dəhşət. Sonra artıq 1-2 nəfərə göndərdim və özümdə onu formalaşdırdım. Dediyiniz kimi məşq elədim. İndi hamıya səs göndərirəm. Bir də daha çox iltifat eşidəndə adam daha çox motivasiya olur ki, hə, danışım. Məndə də elə bir şey olmuşdu. Mən çox pis ləhcəm var idi. Yəni o Bakılı uşaqlar olur belə tində bucaqda oturan o qədəşlər deyirlər. Məndə onların ləhcəsi var idi. Heç cürə tərk edə bilmirdim. Uşaqlıqdan o ləhcə mənim dilimdə var idi. İbtidai sinifi bitirmişdim. Özüm əlaçı idim, sinif nümayəndəsi idim. İbtidai sinifi bitirdim. Yeni müəlliməm məni əlbəttə ki tanımır, bilmir mən necə oxuyuram, xarakterim necə biridir. Bilmir də bu əlaçıdır yoxsa 2 alandır. Nəysə, çalışma oxuduğum vaxt dedi, gözlə Nərmin, yeni dərs izah eləyim, sonra davam eləyərsən. Mən gözlədim ayaq üstə, dialekt sözlər, şivələr, ləhcələrdən danışdı. Mən də heç nə olmamış kimi gözlədim, dərsə qulaq asdım və çalışmanı davam eləyəndə bilməmək Egiptdəyik, soruşmamaq Egipt. Belə başladım oxumağa ləhcə ilə. Müəllimə də belə baxdı mənə, sinif rəhbərim, Xoşbəxt Isayeva. Mənim nə bilim Azərbaycan dilimin formalaşmasında, nitqimin formalaşmasında ən önəmli şəxslərdən biridir də. Dedim mən bayaqdan dərs izah edirəm. Sənin fikrin hardadır? Mən başa düşmürəm. Otur aşağı. O söz mənə şillə kimi dəydi və ondan sonra necə oldusa indi heç istəsəm belə köhnə ləhcəmdən danışa bilmirəm. Ləhcə o qədər silinib ki məndə. İstəsəm belə o məndə alınmır elə danışmaq. Bir şey qeyd etmək istəyirəm. Təlimə yeni başda bir xanım dedi ki, E kimi sözlərdən, Ö kimi sözlərdən istifadə etmək. Lakin danışıqda bəzən nəyisə yadımıza salmaq üçün, yəni düşünüb cavab veririk. İstər-istəməz, yəni söz axını zamanı baş verir. Yəni bunlar bəzən olur da, yəni heç olmamalıdır. Yəni buna necə bir fikir bildirmək istəyirsiniz? Mən fikrim bildirim. Məncə onların yerinə bəzi əvəzedici kəlmələrdən istifadə etməliyik. Məsəl üçün mən düşünürəm ki, belə görünür ki, və yaxud da ki, ola bilər. Bundan əlavə həmçinin bəzi kəlmələr əlavə etməliyik ki, növbəti cümləmizə başlanğıc gətirə bilək. Mən burada kəlməni nəzərdə tutmuram. Bəzən sözümüzü məsələn yada salmaq üçün, məsələn sözün davamını gətirmək üçün yəni uzadılmış forması olur. Yəni normal danışıq dilində olur. Əlbəttə ki, bu olur.
Bunu dilimizdən heç kim deyə bilməz ki, mən tam çıxartmışam, mən heç vaxt nitqimdə kimi ifadələr işlətmirəm. Amma çox vaxt aramla danışanda, yenə də təlimin əvvəlinə qayıdırıq da, balanslı quranda nitqi artıq düşünməyə vaxtın olur ki, bundan sonra mən nə deyəcəkdim və dərindən nəfəs ala-ala, özün pauzanı istədiyin yerdə verirsən, aramla danışdığın vaxt bunu özün tənzimləyə bilirsən ki, mən burada bu sözü unutmuşam, biraz pauza verim və digər sözümü yadıma salım, elə də davam edeyim. O aramla danışanda o şey aradan qalxmış olur. Amma heç kim deyə bilməz ki, mənim nitqimdə kimi ifadələr yoxdur. Hamında var, az da olsa var, 10% də olsa var. Yəni televiziya, telejurnalistlər belə danışıqlarında kimi ifadələrdən istifadə edirlər. Yəni gündəlik baxaraq görürük. Əlbəttə, əlbəttə. Elədir. İstər gündəlik danışığında, ola bilər televiziyada hər hansısa montajdan falan istifadə edib kəsmək olur və yaxud da stand-up eləyəndə müxtəlif sözlər deyirik, vur tut 10, 15, 20 cümlə, orada elsiz danışa bilərik. Amma ard-arda davamlı saatlarla danışsaq, əlbəttə ki, hər birimizdə olacaq bir şeydir. Amma aramla danışanda, pauza verəndə artıq növbəti sözü, növbəti fikri düşünməyə vaxt olur deyə dən daha az istifadə eləmiş oluruq bu təqdirdə. Mən bir sual vermək istəyərdim. Bayaqdan diqqətlə dinləyirəm. Danışığımızı daha mükəmməlləşdirmək üçün daha nə etməliyik? Daha çox bədii qiraət mi eləməliyik? Ya necə? Açıq desəm, mən bölgələrin demək olar ki, bir 50-60%-də yaşamışam deyə mənim o qədər bərbad bir danışıq tərzim, bir ləhcəm var idi ki, atam hərbiçi olduğuna görə biz bütün bölgələri uşaqlıqdan bəri demək olar ki, gəzirdi. 7-8 dənə məktəb dəyişmişəm. Gəncə, Tərtər, Bərdə, Bakı, Yevlax, Lənkəran. Hər oxuduğum məktəbdə də istər-istəməz özümdən qeyri-ixtiyar istəməsəm belə ləhcəni götürmüş olurdum. Və əlbəttə ki, müəllimlərin, hər bölgənin müəlliminin də özünə xas ləhcəsi var və o cür dərsi uşaqlara keçir. Və müəyyən bir yaşdan sonra, hardasa 19-20 yaşımdan sonra mən özümdə öz ləhcəmi sıfırlamağa çalışdım. Bundan qurtulmağa çalışdım. Nə qədər bacarmışam onu deyə bilmərəm. Bacardığım qədər dəyişməyə çalışdım. Çünki çox bərbad bir ləhcəm var idi. Hər bölgədən biraz danışanda heç kim tuta bilmirdi ki, mən haralıyam və sual vermək istirdim ki, danışığı daha da mükəmməlləşdirməkdən ötürü daha nə etmək olar? Olar cavab verim xanımın sualına. Buyurun. Hamınızın axşamı xeyir olsun. Jurnalistika əslində mənim sahəm deyildir. Mən özüm mühasibəm, amma mənim fikrimə görə burada danışılanlar var ki, sərbəstlikdir, açıq, geniş fikir izahıdır, sözlərin düzgün tələffüzüdür. Yəni bu sadalanların hamısının kökündə mənə görə söz ehtiyatının zəngin olması dayanır. Çünki söz ehtiyatımız nə qədər zəngin olarsa, biz daha çox ümumilikdə sözlərdən, əsl Azərbaycan sözlərindən istifadə edərik ki, nəinki alınma sözlərdən. Əlavə olaraq da ləhcəmiz də ona görə formalaşar ki, yəni ləhcəsiz olaraqdan, kitab dilində olmayaraq, yəni suni şəkildə olmadan danışa bilərik. Fikrimizi qısa və geniş formada da izah edə bilərik ki, buna görə də söz ehtiyatı vacibdir. Onun zənginləşdirmək üçün də daha çox mütaliə eləmək, yəni kitab oxumaq daha vacibdir. Şərt o deyil ki, böyük romanlar oxunsun və yaxud da hansısa bir məşhur əsərlər. Sadəcə özünüzü formalaşdırmaq üçün özünüzə uyğun kitablardan istifadə eləmək olar. Yəni bu nəinki iş sahəsində, auditoriya qarşısında, yəni gündəlik həyatımızda belə öz rolunu göstərə bilir. Yəni mən belə düşünürəm. Əslində dediklərinizdə doğruluq payı var. Ləhcəyə gəlincə isə ləhcə biraz elə bir nüansdır ki, mən başqa rayonlarda yaşamamışam, amma kim mənim partiya yoldaşım olurdu, qeyri-ixtiyari onun danışığı kimi mən tanışırdım uşaq vaxtı. Uşaqlıqda mənim nitqimlə bağlı özümü dərk edəndə nitqimin üzərində işləmişəm də sadəcə olaraq. O da ki, mənim müəlliməmin sağ olsun travmasına görədir. Bu travma həyatımda o qədər mənim üçün önəmli olub ki, bəlkə də ən sevdiyim travmaydı. Çünki hazırda nitqimi çox bəyənirəm. Təkcə mən bəyənmirəm. Ləhcə problemi məndə də olubdur. Yəni bunu formalaşdırmaqdan ötürü daha çox mütaliələr etmişəm.
Yəni indi hal-hazırda öz iş sahəmdə də, gündəlik həyat tərzimdə belə, yəni istədiyim şəkildə fikrimi izah eləyə bilirəm. İstər emosiya cəhətdən olsun, istər mimiklərdən olsun, istər hansısa bir mövzu cəhətdən olsun, fərq etməz. Yəni onun kitabların daha çox böyük rol olduğunu gördüm. Ona görə də tövsiyə eləyirəm ki, yəni bu sadaladıqlarınızın hamısının olmasını istəyirsinizsə, yenə də Nərmin xanım özü daha yaxşı bilər. Buna görə kitab oxumaq mənim üçün daha öncəliklidir. Həm də ki, insanın dünya görüşü də, həyata baxış tərzi də buna görə də dəyişir, formalaşır. Həm biliyiniz zənginləşir, həm söz ehtiyatınız zənginləşir, həm də ki, özünüzü qısa və geniş şəkildə rahat anlaşılacaq bir formada da izah eləyə bilirsiniz. Kitab oxumağının söz ehtiyatında rolu böyükdür, danılmazdır. Buna söz yox, amma biraz ləhcələrə gələndə o ancaq üstü praktika ilə düzələn bir şeydir. Kitabın o qədər məsələn effektiv olmaya bilər. Çünki kitabda orada ancaq yazılış formaları yazılır. Orada o sözü hansı formada deyəcəyin isə sənin öz seçimindir. Gələcəm oxuyacaqsan, gələcəm oxuyacaqsan, buna artıq sən özün qərar verirsən. Kitab söz ehtiyatını artırır, bəli, mütaliə çox yaxşıdır, ların qarşısını alır, amma ləhcə məsələsində ancaq və ancaq praktika önəmlidir. Nə qədər çox məşq eləsəz, o qədər də nitqinizin üzərində işləmiş olacaqsınız. Başqa nəsə sualı var idi xanımın? Artıq mənim yadımdan çıxdı. Kiminsə nəsə sualı varsa versin və yaxud da xanımın ikinci sualı nə idisə verə bilər. Mənim bir sualım var əslində. Səhv etmirəmsə, siz ARB kanalında çalışırsınız. ARB-də çalışmışam, hazırda ARB 24-də çalışıram. Çox adam elə bilir eyni kanalda, amma fərqli kanalda onlar. Düzdür, eyni şirkətdir, eyni media qurumda, amma ARB 24 sırf xəbər kanalıdır. Aha, lap yaxşı. Mən bir şey öyrənmək istəyərdim ki, yəni digər televiziyalarda bilirəm ki, məsələn, ASTV-nin özündə bir akademiya var. Tələbələri təkmilləşdirmək üçün praktika yönümlü də. Kim əgər jurnalist və yaxud da aparıcı kimi gələcəkdə fəaliyyət göstərmək istəyirsə, onlara təkan verir, belə deyim. Bəlkə biləsiz, yəni ortada varmı elə bir təcrübə, praktika, gedək öyrənək. Yəni mən özüm Azərbaycan dili ədəbiyyat müəllimliyi ixtisasında təhsil alıram, amma hər zaman istəyim, yəni jurnalist olmaq olub, bir xəbər aparıcısı kimi görmək istəmişəm özümü, amma təkan verən yerim olmayıb da. Yəni hardan başlayım, hardan özümü təcrübə yığım, özümü inkişaf elətdirim, bunun üstündə həmişə axtarışda olmuşam. ARB kanalında da var. Daha doğrusu ARB 24-dədir. O ARB kanalında deyil. Newslab, siz Bakı Dövlətdə oxuyursunuz, yoxsa Bakı Universitetdə? Xeyr, mən özəldə oxuyuram, Bakı Qızlar Universitetində oxuyuram. Dil ədəbiyyat müəllimliyi ixtisasında. Bizdəki amma Newslab kiçik bir akademiyadır o da. Bakı Dövlətlə ARB 24 kanalı arasında bağlanmış müqavilə var ki, Bakı Dövlətin tələbələri təmənnasız şəkildə gəlir, orada jurnalistika ilə bağlı praktikalar keçir, təcrübə qazanır. Kim ki o təcrübə müddətindən daha yüksək balla çıxırsa, işlə təmin olunur. Hər biri. Məsələn, bizdə keçən ildə bizim kanalımıza tələbələrdən gələn olub, ondan qabaqki ildə. Amma özəl universitetlərdə məncə müəyyən vaxt Bakı bizim kanalın səhifəsində paylaşılır Newslab. Ancaq dediyim kimi Bakı Dövlət Universitetinə aiddir, amma o linkə qoşularaq siz də məncə müraciət edə bilərsiniz. Link bəs hardadır? Hardan qoşula bilərəm? Kanal Instagram və yaxud da digər sosial şəbəkə hesablarında paylaşılır bu. Aha, adı necə oldu? Bəs həmin linkin adı? Link, yəni Newslab ərəfəsində sadəcə olaraq paylaşılır. ARB 24-ün Instagram səhifəsində, onun story bölümündə falan görə bilərsiniz. Hazırda olacağını düşünmürəm. Daha çox bir neçə ay sonra ola bilər. Məncə o may ərəfəsində baş verir artıq yay olanda. Tələbələrin dərsləri bitir. Məncə may ərəfəsidir. May-iyun ərəfəsində yay olur, tələbələrin dərsləri bitir, orada təcrübə qazanır. Artıq yeni semestr, yeni sezon başlayanda, universitetlərə görə yeni yarım il, yarım cüt başlayanda artıq bilinir ki, kim işə götürüləcək, kim işə götürülməyəcək. Aha, anladım. Çox sağ olun.
Siz sağ olun. Başqa kimin nə sualı var? Bir sual verə bilərəm. Buyurun. Bayaq bədən dili haqqında söhbət açılmışdı, lakin sadəcə onun nə qədər istifadə edilib, edilməyəcəyi tərəfinə dəyilmişdi. Amma mənə maraqlıdır ki, onu necə ən effektiv şəkildə istifadə etmək olar? Çünki bu mövzu haqqında çox da bilgim yoxdur. Desəz xoş olar. Bədən dili əslində insanın özündən qeyri-ixtiyari formalaşsa daha effektiv olar. Çünki bir adam ayrı-ayrılıqda fikirləşməyi nitqində də problem yaradır ki, mən bu söz deyəndə əlimi belə eləyəcəm, gözümü belə eləyəcəm. Bədən dilini sadəcə olaraq yerli yerində istifadə eləmək. İstər sözünün səs tembri qalxanda əlinlə də onu qalxaraq işarə eləmək və yaxud da məntiqi vurğu deyilən bir şey var da, xəbərdən əvvəl gələn söz və yaxud da məntiqi vurğu olmasın, özünüzün diqqət çəkən bir nüansında, onda əlini qaldırıb, məsələn, gözünü qaldırıb, diqqət çəkmək istəyirsənsə artıq gözünü qaldırıb, diqqətini, daha doğrusu qaşını qaldırıb diqqəti öz üzərinə çəkə bilərsən ki, burada bu məsələ belə olmuşdu. Bədən dilindən ancaq yəni yerli yerində öz danışdığın nitqə görə formalaşdırmalısan. Sırf mən burada danışanda 3 dəfə əlimi tərpədim, 5 dəfə gözümü tərpədim deyə balanslamaq nitqin özündə koruyur. Əksinə əl hərəkətlərindən yəni daha çox istifadə etmək, jestlərdən daha çox istifadə etmək bizim həyəcanlı olduğumuza işarə verir. Yerli olsa bir o qədər yaxşı olar. Sadəcə balansı qorumaq üçün istifadə eləmək lazımdır. Nə normadan artıq, nə də normadan əksik. İndi kimin nəsə sualı var? Kiminsə? Mənim var. Buyurun. Auditoriya qarşısında çıxış edərkən, yəni özümü belə deyim, balanslamağı bacarıram, lakin mənim səsimdə bir neçə dəfədir ki, deyirlər, azca həyəcan hissi olunur. Yəni mən bunu yenə bilmirəm. Bunun üçün nə edə bilərəm? Yəni o azca həyəcanını aradan götürmək üçün. Ancaq praktika, güzgünün qarşısına keçib bayaq dediyim məsələ. Yəni həyəcan məndə ilk başlarda o qədər problem idi ki, çox problem idi. Ancaq praktika düzəldir onu. Günü bugün mən hər hansı bir reportajda, xüsusi bir reportajda, məsələn Fövqəladə Hallar Nazirliyinin təlimi baş vermişdi. Orada göstərirdilər ki, əgər yanğın olarsa, bu vasitələrdən istifadə eləmək lazımdır. Hər şey bir dəfə baş verir. Və istər yanğının orada yandırılması, süni yanğın yaratmışdılar. İstər kiminsə pəncərədən iplə aşağı salınması, istər xəstəxanaya aparılması. Artıq həyəcanı yenəndən sonra mən bir stand-up'ı təzə başladığım ərəfədə, bəlkə nə bilim 10 duble çəkirdimsə, davamlı məşqlərdən sonra hər şey bir dəfə baş verdiyi halda, məsələn, iplə bir kişi pəncərədən aşağı düşür ki, bu yanğından xilas olur. Onunla paralel olaraq, halbuki heç bir cümlə qurmamışdım da, gördüm düşür, operatora oradan işarə elədim ki, Real, məni çək, mən stand-up eləyirəm. Heç bir sözüm yox idi. Amma həyəcanlı olsaydım, təbii ki, mən onu bir dublə, o düşüb gedəcəkdim, mənim hələ də sözüm olmayacaqdı. Məni çək, mən stand-up eləyirəm, o düşənə qədər artıq mən söz dedim. Sonradan da artıq yadımdan çıxmışdı ki, mən nə demişəm orada. Ona görə davamlı praktika. Bu təkcə auditoriya qarşısında təlim keçməyə və yaxud da nədənsə bəhs eləmək, danışmaq anlamına gəlmir. Adi dərs danışanda belə tribunaya çıxıb fikrini ifadə eləməkdə çətinlik çəkirsənsə, ona görə davamlı olaraq həyəcan varsa, davamlı məşq. Belə normal danışıq dilində buna rast gəlmirəm. Əsasən mikrofon ki, əlimə alıram. Əvvəl daha çox idi məndə. Mikrofonu əlimə alanda əlim başlayırdı titrəməyə. İndi isə o hal yoxdur, çox. Gülar xanım, zəhmət olmasa səs. Sizin səsiniz kəsildi. Aytun xanım, buyurun. Bəli, auditoriya qarşısında mikrofon əlimdə olanda əlim titrəyirdi həyəcandan, yəni ilk vaxtlarda. Sonra indi müşahidə edirəm ki, səsimdə var o. Onu da aradan qaldırmağa çalışıram. Belə təlimlərə qoşulduqca inanıram ki, bu da aradan qalxmış olar. Deyim ki, sizin nitqiniz çox səlisdir. Səs tembrinizi əslində mənim səsim sıradan səslərdən biridir. Mənim də əslində belə xüsusi bir səs deyil, amma qalınlaşdırmaq insanın səsini daha yaxşı göstərir. Sizin nitqiniz çox səlisdir. Səsinizi biraz qalınlaşdırsanız, məncə çox gözəl xəbər səsi olar sizdən.
Mən bu arada təzə mikrofon tutanda belə tuturdum. Və mənə redaktorum demişdi ki, Nərmin, sən müğənni deyilsən, belə tutursan. Onda məndə də belə travmalar. Amma mən çox tez, həddindən artıq tez bir müddətdə keçmişəm bu ərəfəni. Artıq bir ay sonra, heç bir ay yox idi, 20 gün falan idi. Mən velosiped sürə-sürə stand-up eləyirdim ki, bike sharing Bakıya gəlib, belə. Başqa kimin necə sualı var? Suallar yoxdur deyəsəm, bitdi. Mən sizə sual verə bilərəm, əgər uyğundursa. Buyurun. Jurnalist sahəsində demək çalışırsınız. Jurnalistika sahəsinə demək marağınız nədən yaranıb? Yəni özüm də bir jurnalist olmaq istəyirəm. Ona görə yəni belə fikirləri almaq xoşdur mənə görə. Jurnalistika sahəsinə maraq mən çox uşaq olandan yaranıb. Əslində mənim xalam, dayım bu sahədə işləyirlər, televiziyada, Azərtaçda və çox yaşım az idi. Hardasa 4 falan yaşım olardı, məktəbə getmirdim. Qonşumuz mənə sual vermişdi, böyüyəndə nə olacaqsan? Mənim yaşıdlarım amma həkim müəllimə deyəndə mən jurnalist deyirdim. Əlimə ruçkanı darağı alıb mikrofon imiş kimi danışırdım. Yəni uşaqlıqdan yaranan maraqdır. Həmişə deyirdim ki, ayda mənim üzüm pisdir, mən efirə yaraşmayacağam. Mən gedib üzümü əməliyyat eləyəcəm ki, efirə yaraşım. Belə komplekslərim var idi. Amma düzəldi zamanla. Yəni uşaqlıqdan yaranan maraq idi. Bilmirəm. Bəlkə də televiziyaya baxanda özümü hər hansı xəbər aparıcısının və ya da hər hansı müxbirin yerində görürdüm deyə ona görə. Bir də mənim bir sualım var. Mən hal-hazırda Tibb Universitetinin müalicə fakültəsində təhsil alıram. Amma ki, jurnalistika sahəsini çox sevirəm və özümlə vaxtsa aparıcı kimi fəaliyyət göstərmək istəyərdim. Sizcə belə aparıcı olmaq mümkündür və bunun üçün özümü necə təkmilləşdirə bilərəm? Təkmilləşdirdiyiniz təqdirdə bu dəqiqə televiziya məkanında hər kəs jurnalistika sahəsini bitirməyib və hər jurnalistika sahəsini bitirən tələbələr, vaxt ikən tələbələr daha doğrusu məzunlar uğurlu jurnalist deyil. Bəli, jurnalistsə əgər jurnalistika etikasını, jurnalistikanın nəzəriyyəsini bunları bilmək vacib şərtlərdən biridir. Amma jurnalistin jurnalistika etikasıdır, nəzəriyyəsidir. Bunları bilmək vacib olduğu qədər jurnalist kimi formalaşmaq, yəni təkcə nəzəri cəhətdən deyil də, bunu praktik cəhətdən də öyrənmək lazımdır. Okey, mən jurnalistika üzrə təhsil almışam, amma deməzdim ki, təhsilimin mənim jurnalist kimi formalaşmağımda çox önəmli bir rolu var. Hətta 1-2% rolu var və yaxud da yoxdur. Ancaq praktika, mütəmadi olaraq yazılar yazırdım. Ta uşaq olduğumdan, uşaq yaşlarımdan mən yazmağı xoşlayırdım, xəbər yazmağı xoşlayırdım. Ondan sonra səsimi dəyişdirməyə xoşlayırdım, müxtəlif dublajlar eləyirdim. Mən belə mikrofonun qarşısında belə danışacağam, belə eləyəcəm. Ondan sonra da yəni bu maneə deyil ki, siz jurnalistikada təhsil almırsınız. Bunu deyə bilərəm. Çox sağ olun. Sağ olun. Başqa kimin nə sualı var? İndi istəyərəm ki, əgər heç kimin sualı yoxdursa, praktika olaraq kiminsə yanında kitabdan, dəftərdən varsa oxusun və nitqində nələr düzəlməlidir, nələr düzəlməli deyil və yaxud da nələr yaxşıdır, bunlara baxaq. Kim könüllü olmaq istəyir? Mən oxuyum. Aha, buyurun. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqindən verilmiş bir hissəni oxuyun. Orada səslənən fikirlərlə Bəxtiyar Vahabzadənin Ana dili şeirindəki fikirləri əlaqələndirin. Muğam bizim milli sənətimizdir, milli sərvətimizdir. Bizim mənəvi dəyərlərimizin, Azərbaycanın dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir. Mən bu yaxınlarda Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fərman imzalamışam. Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə təsir göstərir. Biz dilimizi xarici təsirlərdən qorumalıyıq.
Bizim Evet. dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim Açıq. dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Bəzi Bəli. hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimiz yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir. Əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunu qəti əleyhinəyəm. Biz hamımız öz dilimizi qorumalıyıq. İndi onu biraz daha sərt formada səsinizi qalınlaşdıraraq oxuya bilərsiniz. Aha. Muğam bizim milli sənətimizdir, milli sərvətimizdir. Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir. Mən bu yaxınlarda Sadəcə bir dəfə dəyişməklə səsinizdə kifayət qədər dəyişiklik oldu. Daha doğrusu ikinci dəfə məşq eləməklə səsinizdə kifayət qədər dəyişiklik oldu. Əgər siz məsələn aparıcı və yaxud da jurnalist, müxbir olmaq istəyirsinizsə, xəbərlərdə ən önəmli nüanslardan biri səsin qalınlığına fikir vermək lazımdır. Mən təzə işə götürülən ərəfədə mənə o söz demişdilər ki, Nərmin, hər hansı metodda səsvi qalınlaşdırmalısan. Əgər qalınlaşdıra bilmirsənsə, başla siqaret çəkməyə. Düzdür, təbii ki, bunu zarafatla demişdilər, amma xəbərlərdə önəmli nüansdır. Səs nə qədər qalıntsa, xəbər o qədər yarayan səsdir. Nitqinizdə hər hansı bir problem yoxdur. İntonasiyaya, pauzaya fikir verirsiniz. Bəzi yerlərdə olmuşdur kimi oxuyursunuz. Çox vaxt onu elə oxumurlar. Olmuşdu kimi oxuyurlar. Amma özündən oxuyanda həmin vaxt dəyişdirmək olmur sözü bəlkə ona görədir. Çünki normal danışıqda suallara cavab verəndə o problemi hiss eləməmişdim ki, orfoqrafiya kimi orfoepiyanizdə var. Yəqin ki, üzündən oxuyanda anidən dəyişə bilmədi sonu. Belə amma nitqiniz yaxşıdır. Sadəcə olaraq səsinizi qalınlaşdırsaz, daha çox belə xəbərə yatan səs olar. Çox sağ olun. Siz sağ olun. Başqa kimsə könüllü olmaq istəyir? Danışa bilərəm. Aha. Amma sırayla. Deyəsən 2 nəfər dedi. Aranızda Xanım birinci olsa olar. Demək, əslində öz yazdığımı oxuya bilərəm. Yəni fərqi yoxdur ki, nə isə oxumağın. Aha, fərqi yoxdur. Hər kəsə vaxt çatsın deyə, yəni hardasa 5-6 cümlə miqdarda oxusaz yaxşı olar. Aha, öz yazdığım qısa bir hekayənin bir hissəsini oxuyuram. Yəni özünüz anlayarsınız. Tamam. Demək, mövzumun adı əslində sükut içində qışqıran ürəkdir. İndi başlayıram oxumağa. O gün şəhər həmişəkindən daha sakit idi. Sanki küçələr danışmaqdan yorulmuşdu. İnsanlar tələsirdi. Amma heç kim hara getdiyini bilmirmiş kimi addımlayırdı. O isə avtobus dayanacağında dayanmışdı. Əlində köhnə bir dəftər vardı. Kənarları bükülmüş, səhifələri zamanın nəfəsini çəkmiş kimi saralmışdı. O dəftərdə sözlər yox idi. Hisslər vardı. Yazılmayan, amma ürəkdə qışqıran hisslər. Bəzən insan danışa bilmir. Bəzən insan gülür, amma içində payız olur. O göyə baxdı. Buludlar ağır-ağır hərəkət edirdi. Elə bil onlar da nəsə unutmağa çalışırdı. Amma bəzi şeylər unudulmur. Sadəcə sükutun içində yaşayır. Ürəyi yorğun idi, amma hələ də döyünürdü. Çünki ümid bəzən çox zəif səsi ilə yaşayır. O dəftəri açdı, boş səhifəyə baxdı. Sonra astaca yazdı. Bəzən ən böyük qışqırıq heç kimə eşitdirmədiyin sükutdur. Külək səhifəni tərpətdi. Sanki kimsə ona yazmağa davam et dedi. O an anladı. Bəzi ürəklər qırılmır, sadəcə çox dərin olur. Aha. Sizdə də intonasiyada hər hansı bir problem yoxdur. Sizdə C ilə bağlı biraz problemi sezdim. Mütəmadi olaraq yanıltmaclar desəz, əslində o problem aradan qalxa bilər. O da ki, ölkəmizin demək olar 70%-ində belə bir problem var. Bilmirəm, bizim dilimizdən asılıdır, yoxsa necədir. C problemi biz doğulandan bizə avtomatik şəkildə yüklənir və zamanla onu düzəltmək isə özümüzün əlindədir. Bir də yaşayır, yox yaşayır. Məsələn, sizdə də onu yazıldığı kimi demək, düzdür, çox yerdə olmadı. Deyəsən 2 yerdə oldu, səhv eləmirəmsə. İntonasiya falan hər şey qaydasındaydı. Bir dənə C probleminiz var idi. O da ki, zamanla düzələn bir şeydir.
Amma qaydasını Təşəkkür, buyurun. təşəkkür edirəm. Başqa kimsə Human xanım desən oxuyacaqdı. Dərsliyindən bir mətnin bir neçə cümləsini oxuyacağam. Başlayım. Bəli, buyurun. Onlayn media, internet və media. Media kütləvi informasiya vasitələrinin ümumi adıdır. Onun əsas formalarından biri olan çap mediası, yəni çap üsulu ilə çoxaldılan dövri nəşrlər uzun müddət geniş əhatə dairəsinə malikdir. Qəzet, jurnal nəşr etmək çox vaxt apardığı üçün müasir dövrdə çap mediasının əhatə dairəsi getdikcə məhdudlaşır. Müasir dünyada internet həm məlumat mənbəyi, həm də ünsiyyət vasitəsidir. O, eyni zamanda bizi dünyaya bağlayan bir körpüdür. İnternetin sürətli inkişafı nəticəsində qəzetlərin oxucu sayı və tirajı kəskin şəkildə azalmışdır. İnternetdən istifadə medianın yeni növünü meydana gətirdi. İnformasiya yayımında onlayn media aparıcı mövqe tutmağa başladı. Əksər çap, bu indi böyük hərflə yazılıb, bilmirəm nədir. Kivin elektron versiyaları meydana çıxdı. Kiv kütləvi informasiya vasitələri. Və meydana çıxdı. Radio və televiziya proqramları internetdə əlçatan oldu. Beləliklə, ənənəvi media auditoriyasının böyük hissəsi internetə yönəldi. Onlayn və internet media dedikdə xəbər saytları, sosial şəbəkələr, internet televiziyası, onlayn qəzet və jurnallar nəzərdə tutulur. İnternet medianı digər ənənəvi vasitələrindən fərqləndirən bir neçə əsas amil var. Bu qədər bəsdir məncə. Aha, çox sağ olun, minnətdaram. Sizdə də ümumiyyətlə özündən oxuyanda çox adamda olur. Təkcə bu təlimdə olan insanlardan asılı deyil. Biraz özündən yazıldığı kimi oxumaq problemi var idi, amma çox deyildi dediyim kimi, az idi. Bir nə malikdir, burada da qeyd ediblər. Burada yazı yazmaq olurmuş, hələ indi fikir verdim. Malikdir deyəsən dediniz, onu mən də fikir verdim, amma məncə o dil sürüşməsi idi. Bilə istəyərək malikdir deməmişdiniz. Malikdir. Malikdir də deyil, R düşür. Malikdir. Buradakı... Və ilk dəfədə oxuyurdum. Çünki əvvəlin mətnində də, yəni aşağıdan bir xanım belə seçdim oxudum. Sözü düzəltmişdi. Yəni onu demək istirdim ki, malikdir də deyil, malikdir olmalıdır. R düşür orada. Məncə sizin malikdir deməyinizdə siz elə demək istədiyinizə görə yox, diliniz sürüşdü. Çünki hiss elədim orada biraz diliniz dolandı məncə, ona görə elə çıxdı. Tamam. Aha. Amma belə qaydasındadır. İntonasiya. Davamlı olaraq məşq eləsəz, səsinizi qalınlaşdırsaz, sözlərin düzgün tələffüzü həddindən artıq önəmlidir. Həddindən artıq önəmlidir. Məncə çox adamda o var. Yazıldığı kimi demək, ona diqqət eləmək vacibdir. Başqa kim oxumaq istəyir? Olar mı? Aha, buyurun. Məncə həyatda xəyala dalmaq zövqlü işdir. Kitablar xəyal gücünü və təxəyyülü inkişaf etdirmək üçün çox təsirli vasitədir. Kitab oxumaq xəyalları qidalandırır. Bəzən oxuyarkən özümüzü kitabdakı personajların yerinə qoyuruq. Qəhrəman əskər, polis, sərhədçi olur. Çətin vəziyyətdən çıxış yolu tapırıq. Bəzən də kəşf və ya fəth edirik. Bəzən isə oxuduqlarımız bizə yol göstərir. Bu qədər idi. Bu yaz. Aha. Başqa kim oxumaq istəyir? Mən oxuyum. Mən də oxuya bilərəm. Aha. Rayla oxuyaq. İlk öncə mən dedim, mən özüm Buyurun. Buyurun. Karyera vizyonu. Vizyon hər bir şəxsin həyatının və peşəkar karyerasının əsas mövzusudur. Vizyon qısa müddətli qərar qəbul etmək üçün prioritetlərinizi təyin edən uzun müddətli bir mənzərədir. Vizyon həyata istiqamət verir və eyni zamanda qərarlarınız üçün konsept yaradır. Hara getdiyinizi bilmirsinizsə, planlamadan getdiyiniz yol sizi qeyri-müəyyən olan yerə aparacaq. Vizyon insanların potensiallarını və bundan daha artığını aşkarlamağa həvəsləndirir. Vizyon sizi digərlərinə rol model, yəni nümunə edir. Sizdə də demək
Biraz yazıldığı kimi deyilən şeylər var. İstəyirsinizsə onu aramla, intonasiya, sözlərin aramla deyilməyi falan hər şey yaxşı idi, qaydasındaydı. Bir dənə yazıldığı kimi deyilmə problemi var. İstəyirsinizsə cümlə-cümlə oxuyun. Məsələn, bir cümlə oxuyun, nəsə söz özünüz fikirləşin. Əgər səhviniz varsa özünüzlə düzəldin onu. Olar. Vizyon. Aha. Vizyon hər bir şəxsin həyatının və peşəkar karyerasının əsas mövzusudur. Mövzudur. Yox, məsələn, mövzudur. Sonuncu rey düşür orada. Aha. Vizyon qısa müddətli qərarlar qəbul etmək üçün prioritetlərinizi təyin edən uzun müddətli bir mənzərədir. Mənzərədir olacaq. Aha. Vizyon həyata istiqamət verir və eyni zamanda qərarlarınız üçün kontekst yaradır. Kontekst. Bəli. Bəzən olur elə çətin cümlənin içində sözlər olur, düzəldirəm. Hara getdiyinizi bilmirsinizsə, planlamadan getdiyiniz yol. Bilmirsiniz, yox, bilmirsinizsə. Sinizsə yazılır, bilmirsinizsə deyilir. Planlamadan getdiyiniz yol sizi qeyri-müəyyən olan yerə aparacaq. Aha, aparacaq. Vizyon insanların potensiallarını və bundan daha artığını aşkarlamağa həvəsləndirir. Burada nəyi düzəltmək lazımdır? Burada yoxdur məncə. Bundan. Bundan? Bundan yox, bundan. Aha. Amma məndə bir dənə maraqlı bir şey oldu ki, siz bilmirəm nitqinizdən oldu, yoxsa necə fikrimi özünüzdə cəmləməyə bacardınız. Hə, o var. Hə. Yəqin emosiyanı çox doğru ötürdünüz. Çox doğru yerlərdə, çox doğru istər jestləriniz olsun, daha doğrusu mimikalarınız. İstərsə də ki, səsin artımı, azalması mənim fikrimi yönəltməyə çalışdınız, yəni bacardınız onu. Amma hər birinizi dinləyirəm, təbii ki, söz yox. Amma bunda ekstra belə Duvayno dinlədim, 2 qat dinlədim. Aha. Vizyon sizi digərlərinə rol model, yəni nümunə edir. Əla, qaydasında. Biraz üzərində çalışsam daha yaxşı olacaq. Bir də səsimi qalınlaşdırdım sizin sözünüzdən sonra. Hiss elədim. Məsələn, təzə-təzə təlimin əvvəllərində daha incə danışırdınız. Ondan sonra gördüm ki, hər suala cavab verdikcə səsiniz biraz qalınlaşır. Burada istədiyim səsi aldım. Çox sağ olun. Belə. İstəyirsinizsə bir dənə də xəbər mən oxuyum. İstəyirsiniz belə bir şey? Olar. Öz yazdığım xəbərlərdən oxuyum bəlkə. ABŞ-nin Venezuelada həyata keçirdiyi hərbi əməliyyatdan və prezident Nikolas Maduro'nun ələ keçirilməsindən sonra ölkədə və beynəlxalq arenada reaksiyalar davam edir. Venezuela müxalifəti baş verənləri ölkə tarixində dönüş nöqtəsi adlandırır. Birləşmiş Ştatlar prezidenti Donald Trump isə Venezuelanın neftinə çıxış məntəqəsini ön plana çəkir. Hazırki vəziyyət Venezuela və qonşu ölkələrdə sosial və iqtisadi gərginliyi artırıb, insanların gündəlik həyatına təsir göstərir. Eyni zamanda beynəlxalq ictimaiyyət regionda sabitliyin qorunması üçün diplomatik tədbirlərin vacibliyini vurğulayır. Daha ətraflı növbəti sujetdə izləyək. Nəsə, belə. Çox gözəl təqdimat idi. Çox bəyəndim. Gözəldir, mən də bəyəndim. Mən belə normalda danışıram. Əlimə xəbər keçən kimi mənim səsim fakşım dəyişir. Ekstra bir qalın səs çıxır içimdən. Arada deyirlər, içindən Fazil dayana çıxardırsa xəbər çıxıyanda. Bu arada bunu heç vurğulamamışdım. Xəbər mətni oxumaq nitqi çox düzəldir. Yəni biz danışdıq bədii ədəbiyyatdan falan, amma xəbər mətni oxumaq nitqi o qədər belə düzəldir ki, siyasi xəbərlər vəfşəm, bu arada vəfşəm yox. Özümdən səhv tuturam, artıq yoxum gəlir. Mən uşağı ikən o qədər evdə qəzet alırdım. Yəni demək olsun ki, hələ də o qəzetlər bəlkə bizdə durur. Həmin qəzetləri oxusam, yəni nitqim düzələr, auditoriya qarşısında həyəcanlanmaram. Əlbəttə.
Bu arada xəbər mətni oxumaq sadəcə mən özümə xəbər oxuyuram kimi oxumaqdan söhbət getmir. Heç kim olmasa belə bu xəbəri kiməsə təqdim edirmiş kimi oxumaqdan gedir. Məsələn, mən mütəmadi olaraq səs oxuyuram da, gündəlik ARB 24-ün xəbərlərinin demək olar yarı səsi mənimdir də. Mən özümə oxuyanda belə hansısa xəbəri və yaxud da özüm yazdığım xəbər, bu məsələn mənim yazdığım xəbərdir. Özümə oxuyuram ki, məsələn, bundan sonra nə yazım, məsələn, kadrları necə yazım, necə eləyim. Onda belə oxuyanda sanki xəbəri kiməsə təqdim edirmiş kimi oxuyuram. Xəbəri kiməsə təqdim edirmiş kimi oxumaq çox effektivdir nitqin düzəlməyində. İndi bunu sadəcə nitqim necədir kimi oxusaydım, bu qədər necə deyim, emosional olmayacaqdı. Amma özüm də oxuyanda belə, məsələn, nə deyim? Hazırki və məsələn burada belə bir hazırki vəziyyətlə bağlı yazı yazmışam. Deyirəm, hazırki vəziyyət Venezuela və qonşu ölkələrdə sosial və iqtisadi gərginliyi artırıb. İnsanların gündəlik həyatına təsir göstərir. Yəni bunu artıq mən çatdırmağa çalışıram. Normalda məsələn oxusaydım, onda da nitqim doğru olacaqdı, ona söz yox. Hazırki vəziyyət Venezuelada və qonşu ölkələrdə sosial və iqtisadi gərginliyi artırıb. Amma emosiyanı ötürmüş olmayacaqdım. Ona görə kiməsə çatdırılmış kimi oxumaq çox effektivdir. Elə sınayın, elə prob eləyin. Belə. Başqa Salam, kimi... axşamınız xeyir olsun. Sağ olun. Axşamınız Mən əslində oxumaq istəyirəm, prosta sizin o səs tonundan sonra oxumağa utandım lap. Niyə oxuyun, buyurun. Mən bu arada təzə səsimi bəlkə buradan siz oxuyana qədər tapsam göstərərəm sizə təzə başlayanlara belə. O qədər nazik səsim var idi, o qədər nazik. Düzdür, hə, mən əzəldən səsimlə oynaya bilmişəm. İstər qalınlaşdırmaq, istər naziltmək, istədiyim vaxt belə şirin uşaq olmuşam, şirin danışmışam, istədiyim vaxtda daha sərt reaksiyalar vermişəm, amma xəbəri oxumağa başlayanda çox nazik səslə başlamışdım. Buyurun, oxuyun indi. Qədim mədəniyyətlər hər zaman insanlar üçün maraqlı mövzu olmuşdur. Minillik əfsanələrin insanlara ötürdüyü faktlar içərisində gerçək detalları axtarıb bəlli etmək tədqiqatçılar üçün həmişə can sıxıcı olmuşdur. Mən var ha, Cuçunu heç vaxt düzgün tələffüz edə bilmirəm. Ya bir dəfə düzgün deyirəm, gələn dəfə səhv deyirəm. Bu mənim lənətimdir. O demək olar bizim ölkənin lənətidir. Bizim Vallahi. Sözlərimiz elə qarışıqdır ki, biraz şəkilçi əlavə eləyən kimi CC-ni normal tələffüz eləyən insanların belə bir də görürsünüz ki, nitqində sürüşmələr baş verir. CC ölkənin lənətidir. Yanıltmacları tez-tez dediyiniz təqdirdə onu da aradan qaldıracaqsınız. O da deyə bilmirəm, təəssüf ki. Amma çalışacağım praktika edeyim özüm üçün. Ağzınıza qoz fındıq qoyun, belə qabıqlı. Doldurun ağzınıza, başlayın danışmağa. Çox rol oynayır. Bu arada danışanda ağzınızı nə qədər, çənənizi nə qədər çox açsaz, o qədər yaxşıdır. Çünki daha sözləri daha səlis tələffüz eləmiş olursunuz. Onu çənənizi inkişaf elətdirir. Yəni belə mızıldana danış. Bunu sizə misal gətirmədim. Sadəcə olaraq sözüm gəldi. Yadıma düşdü ki, bu barədə heç nə deməmişdim. Dodaq altında danışmaq o qədər də effektiv deyil. Sözləri aydın tələffüz eləmək üçün çənə aparatı geniş, bacardığınız qədər dodaqlar, çənə, dil yuxarı gedirsə tam yuxarı gedəcək, aşağı gedirsə tam aşağı gedəcək. Onları eləmək lazımdır. İndi oxuyun. Başqa yerindən oxuyuram, nəsə. 1976-cı ildə Azərbaycan əsilli şumerşünas Zəkəriyyə Sitchin Şumerlərin 1000 illər bundan əvvələ aid yazılarını oxuyaraq 12 planet adlı əsərində hər 3600 ildən bir günəş sistemini ziyarət edərək Marduk planetindən bəhs etdi. Marduk Şumerlərin və Aşurların dastanlarında bəhs edilən tanrıların ən müdriki və güclüsüdür. Babil astroloqları bu planetə öz tanrılarının adını vermişdilər. Planetlərin bir-birinə yaxınlaşması zamanı planetezmiyal nə qədər böyük olursa olsun, gravitasiyası bir o qədər güclü olur və o intensiv olaraq kiçik kütləli
qonşularını udur. Şumer inancına görə Marduk planeti hər dəfə yerə daha yaxın məsafədən keçir və bu da yerdə böyük fəlakətlərin olması ilə nəticələnir. Davam edeyim. Yox, bəsdir, kifayətdir. CC-nin problemlərini zaten dedim. Necə, hansı formada düzəltmək olar yanıltmaclarla. Ümumiyyətlə, hansı hərfdə problem varsa, o hərfə uyğun yanıltmaclar var bizdə. Onları deyərək düzəltmək olar. Bir də ara sıra yazıldığı kimi oxumağı sezdim. O da ki, demək olar hamında var idi. Mütəmadi olaraq oxuyanda, adi kitab da oxuyanda, nə bilim, Instagramda, sosial şəbəkədə nəsə yazı oxuyursunuzsa, onu belə çalışın düzgün oxumağa, çünki çox rol oynayır. Adi kiçik yazıdır, hə, oxuyub keçəcəm deyəndə də belə daha səlist oxumağa çalışın. Yazıldığı kimi oxumayın heç bir sözü. Düzü, çox yol vermədiniz, amma səhv eləmirəmsə, bir ya iki dənə dediniz. Onlara Ola bilər. Kitabdan oxuyuruq deyə biz elə bilirik ki, yazılış formasında oxunmalıdır. Tələffüzdə zaten səlis onu tələffüz edə bilirik. Sadəcə yəni düzgün etməliyik də. Düzgün oxuyub tələffüzü düzgün ötürməliyik. Həmin vaxtı bayaq onu da vurğuladım. Deyəsən Şailə xanım oxuyanda vurğuladım. Çox adam məsələn danışanda görürəm ki, normal danışır, yazıldığı kimi demir sözləri, amma oxuduğu təqdirdə biraz siqnal geç çatır adama. Normaldır ya əslində o. Hər kəs təzə-təzə mütəmadi olaraq oxumur da, yəni nəysə. Biraz geç çatır ki, mən bunu belə yox, belə oxumalıyam. Çünki bilmir ki, həmin sözə diqqətini yönəltsin, ondan sonra gələcək sözə diqqətini yönəltsin, bilsin ki, bundan sonra nə söhbət gedir. Biraz qarışıq olur deyə həmin an reaksiya vermək olmur, amma davamlı olaraq oxuyun. Sadəcə olaraq praktika. Bu istər Bir də məndə həyəcan keçirtmək var. Üzr istəyirəm, sözünüzü kəsdim. Bir də məndə həyəcan keçirtmək var danışarkən. həyəcan, indi onu deyirdim. İstər nitqdə olsun, istər auditoriyaya çıxışda olsun, istər jurnalistikada olsun. Yəni bunu çox adam demir. Jurnalistika təhsili belə vacibdir, elə vacibdir. Ən vacib olan praktika. Bizə universitetlər nə qədər praktika verir, şübhəlidir təbii ki. Burada heç bir universiteti kiçiltmək istəmirəm, amma müəyyən çərçivələr daxilində verir və onların bizə keçdiyi nəzəriyyələr isə sadəcə bizim jurnalist kimi şəxsiyyətimizin formalaşmasında rol oynayır. İşimizin keyfiyyətli görünməyində isə ancaq praktika, istər yazımızın yaxşı olmağında, istər səsimizin yaxşı olmağında ancaq praktika. Ona görə davamlı olaraq özünüz oxuyun, özünüz qulaq asın, girin xəbər saytlarına, çox xəbər saytları var. APA var, nə bilim, Oxaz var, Report var, Axaraz var. Girin bütün xəbərləri kiməsə oxuyurmuş kimi, kiməsə xəbəri çatdırırmış kimi oxuyun. Söhbət mən jurnalist olacağam, mən aparıcı olacağam, mən müxbir olacağam kimi getmir. Adi, normal gündəlik danışığımızın belə formalaşmasında o çox önəmli rol oynayacaq. Çox sağ olun, təşəkkürlər. Belə təlimizi yavaş-yavaş yekunlaşdıraq. Nə deyirsiniz? Mən də oxumaq istəyərdim. Hə, onu da siz də oxuyun. Manna dövləti. Azərbaycan dünyada qədim dövlətçilik ənənələrinə malik olan bir ölkə kimi tanınır. Fəxrlə belə söyləmək olar ki, Azərbaycan türklərinin adı ən qədim çağlardan dövlət yaradan və dövlətçilik ənənələrini qoruyub saxlaya bilən xalqların arasında çəkilir. Eradan əvvəl 3-cü minillikdə erkən dövlətlər yaratmaqla tarixin səhnəsinə çıxan Azərbaycan türkləri eradan əvvəl 1-ci minilliyin əvvəllərində Azərbaycanın cənubunda Manna adlı yeni bir dövlətin əsasını qoymuşdular. Mannanın adı ilk dəfə eradan əvvəl 843-cü ildə Assur Mixi kitabəsində Munna kimi çəkilmişdi. Urartu yazılarında bu dövlətin adı Mana, Tövratda isə Minni kimi verilmişdi. Urmiya gölündən cənubda İtzamuada yaşayan Mannalılar bu bölgədə mövcud olan siyasi qurumları, ölkələri öz dövlətlərinin tərkibində birləşdirmişdilər. Nəticədə Mannanın coğrafi hüdudları xeyli genişlənmişdi. Sizcə sizin danışığınızda nə düzəlməkdir? İntonasiya. Başqa nəsə var? Məndə səs tonu da düzəlməlidir. Çünki nəsə oxuyanda mənim yuxum gəldi. Təsvir sənət müəlliməmin səsinə oxşuyur. Bəli. Nəsə belə səs tonu yuxuma gətirir. Elə bir yavaş oxuyur, mənim lay-lay çalır.
Əslində səs tonu yox, ritmikadır biraz problemli olan. Məsələn, pauzanı verəndən sonra digər sözü daha yüksək səslə başlamaq. Mən pauza verdim, amma ki sözüm bitmədi. Sözüm davam edir deyə başlamaq kimi onu bildirir, qarşı tərəf onu ötürür. Səs tonunda problem yox idi. Ritmika biraz problemli idi, amma əsas problem C və Ç-nin düzgün tələffüz olunmağı idi. Digər problemlər hamısı gəlib keçici bir şeydir. Sadəcə olaraq ölkə olaraq C-nin üzərində işləməliyik. Biz fərq yoxdur, həkimik, jurnalistlik, müəllimik, monitoruq, amma C problemi çox var. Dilimizə görədir. Bu şəxsi keyfiyyətlərdən asılı olan bir şey deyil. Hər dilin biraz fərqli tələffüz olunan səsləri var. Ona görə bizim də dilimizdə C problemi var. Bu insani keyfiyyətlə deyil, sadəcə olaraq davamlı oxumaqdan asılıdır. Amma düzələn bir şeydir. Çox sağ olun. Siz sağ olun. Hər şey qaydasındadır. Həmişə enerjik olun, ruhlu olun. Heç vaxt motivasiyadan düşməyin. Əsas odur. Özünüzə inanın. İnanmaq bacarmağın yarısıdır. Mən inanırdım ki, bacaracağam. İnandım və bacardım. Ona görə əsas özünüzə inanın. İnsan istədiyi təqdirdə bacarmayacağı, əldə eləməyəcəyi bir şey yoxdur. Mən də oxumaq istəyərdim, Aha, buyurun. əgər mümkündürsə. Aha, buyurun, buyurun. Səsim gəlir? Bəli, bəli, gəlir. Rövşən Abdullaoğlu filosof, şərqşünas və psixoloq, PEN Amerika Yazıçılar Birliyinin üzvüdür. Müxtəlif janrlarda 28 kitab müəllifidir. Bədii janrda ilk qələm təcrübəsi. Sonuncu deməyək də, sonuncu rəyləri deməyək. Müəllifidir. Bədii janrda ilk qələm təcrübəsi Bu şəhərdə kimsə yoxdur psixoloji romanı 2016-2018-ci illərdə Azərbaycanda yerli və xarici ədəbiyyat nümunələri arasında ən çox satılan kitab olub. Oxuyum yenə. Səsiniz qırıldı ortada. Hə. Səsiniz qırıldı. Demək olar ki, eşitmədik. Sizə 3-4 cümlə oxuyun. Sizi bir də dinləyək. Rövşən Abdullaoğlu filosof, şərqşünas və psixoloq, PEN Amerika Yazıçılar Birliyinin üzvüdür. Müxtəlif janrlarda 28 kitab müəllifidir. Bədii janrlarda ilk qələm təcrübəsi Bu şəhərdə kimsə yoxdur psixoloji romanı 2016-2018-ci illərdə Azərbaycanda yerliləri arasında ən çox satılan kitabı olub. Bayaq siz idiniz deyən ki, hərbiçidir. Bəli. Deyim ki, sizə hər hansı ləhcə qalmayıb dilinizdə. Siz artıq o bariyeri aşmışsınız. Ləhcə bilinmir, yəni hiss olunmaz. Yəni hiss olmaz deyəndə ki, siz dediyiniz qulaq asın diqqətlə, bəlkə nəsə elə bir probleminiz yoxdur. Narahat olmayın o barədə. Belə deyək, internetiniz çox zəifdir sadəcə olaraq. Biraz eşitmək. Hə? İnternetiniz çox zəifdir. Mən kitabdan artıq çox mütaliə eləyəndən çox kitab oxumağı sevirəm. Bəlkə ona görə özümdə onu formalaşdırıb tənzimləmişəm. Bir də bu C problemi haqqında biraz danışmaq istəyirəm. Mən düşünürəm ki, bunun səbəbkarı bizim ibtidai sinif müəllimlərimizdir. Çünki əlifbanı bizə öyrədəndə, hərfləri keçəndə, bu C-ya çatanda nədənsə o Çünki ibtidai sinif müəllimlərimiz sərt formada başa salıb təqdim edirlər. Bilmir. Məsələ orasındadır. Çünki onlar özləri belə düzgün tələffüz etməyə bacarmır ki, şagirdə də öyrətsin ki, bu D-dir. Sizin adınız bayaq yadımda qalmışdı. Buna görə diqqətlə qulaq astım, 2 qat diqqətlə qulaq astım. Dediyiniz kimi hər hansı bir problem qalıb. Xeyr, amma hər hansı bir ləhcə
şivə, dialekt söz yox idi. Mən bəzən öz ətrafıma bəzi insanlar demək olar ki, deyirlər ki, danışığı dəyişirsən, dilini dəyişir, bu olmalıdır. Heç başa düşmədim. Deyirəm ki, bəzən ətrafı mənə müdaxilə eləyir ki, sən dilini dəyişirsən, danışığı dəyişirsən. Başa sala bilmirəm ki, normal danışıq bu olmalıdır. Mənim bundan öncə və yaxud da sizin danışıqlarınız normal deyil. Bilirsiniz bir dənə məsələ. Bizdə CC çox tələffüz eləyir deyə, doğru tələffüz eləyəndə də məsələn artisti eləyirsənmiş kimi reaksiya görürsən ki, Azərbaycan deyəndə artıq belə Azərbaycandır da, niyə elə deyirsən ki, belə bir reaksiya alırsan kənardakı insanlardan. Ona görə heç kimi vecinizi almayın. Yəni doğru tələffüzü o qədər eşitməyiblər ki, insanlar doğru tələffüzlə nəsə danışanda özünü göstərirmişsən kimi təəssürat oyadırsan. Ona görə fikir verməyin. Tələffüzünüzdə hər şey qaydasındaydı. Bəli, bəli, tam elədir, razıyam sizlə. Mən uşaqlıqdan da arzum olub jurnalistika, çox meylim olub və arzum olub. Hər zaman da Allah rəhmət eləsin, kumirim Qənirə Paşayeva idi. Aynesdə onun xəbərlərinə hər zaman baxırdım. Və diqqətlə baxırdım, onun jest və mimiklərdə belə 10 kimi danışım. Əlim Məndə deyəsən set problemi var. Səsim çox qırıq gəlir. Çox problem var sizdə. Bir yerdə qalan heç bir şey. Belə. Müzakirələrimiz, arzularımız, istəklərimiz, təkliflərimiz və suallarımız bitib. Bitibsə yekunlaşdıraq biz artıq təlimi. Olar mən də oxuyum. Buyurun, oxuyun. Çox sağ olun. Bir neçə il bundan əvvəl 32 yaşlı həkim olan Mike qarşısındakı təcili həll olunmasını gözləyən dilemma səbəbindən mənimlə konsultasiyaya gəlmişdi. Onun Karib dəniz sahilində mülkü var. Siddiqə xanım. Bəli. Olar ki biz bir cümlə oxuyub təhlil eləyək sizlə? Aha, tamam. Məsələn, orada bundan dediniz, bundan yox, bundan. Tamam. Bir də bu nüansda vurğulamamışdım təlim vaxtı. Hər hansısa bir fe'li sifət tərkibi, fe'li bağlama tərkibi, məsdər tərkibi olanda çalışın onu bir nəfəsə deyin, ondan sonra pauzanı verin. Məsələn, nə deyim? Samirə gələn anda, Samirə pauza verib gələn anda deməkdənsə, Samirə gələn anda onda nəfəsinizi dərin, ondan sonra davam edin. Ümumiyyətlə bunu auditoriyaya dedim. İndi başlaya bilərik oxumağa. Ardın davam edin. Yox, elə başdan oxuyun. Hardan başlamışdınız orada? Tamam. Bir neçə il bundan əvvəl 32 yaşlı həkim olan Mike qarşısındakı təcili həll olunmasını gözləyən dilemma səbəbindən mənimlə konsultasiyaya gəlmişdi. Onun Karib dəniz sahilində mülkü var və o məzuniyyət vaxtı bir aylıq müddətində orada dincəlməyə hazırlaşırdı. Amma bir problem vardı, böyük bir problem. O iki qadından onunla getməsini xahiş etmişdi və hər ikisi razı olmuşdu. Darlin onun daimi rəfiqəsidir. Patricia isə 2 ay bu hadisədən əvvəl tanış olduğu gözəl qadındır. Bu vəziyyətdə onu etməlidir. Həyəcandan iflic olmaq vəziyyətində idi. Davam edin. Yox, əslində kifayətdir. Biraz tempdə yavaş oxuyursunuz, daha ritmik oxusaz. Bir də ki, bu nəsə dilemma məsələsində, dilemmadan əvvəl bayaq ona görə əslində bu nüansı vurğuladım. Fe'li sifət, fe'li bağlama tərkibində. O gözləyən dilemma, onu bir yerdə desəz daha yaxşı olar. Ümumiyyətlə, frazoloji birləşmələri bir-birindən qoparmayın. Qoparanda biraz cümlə rəxit kimi qalır. Amma ritminizi düzəltsəz, belə ciddi bir problem yoxdur.
Oldu. Çox sağ olun. Siz sağ olun, buyurun. Başqa kiminsə sözü, suallarınız var? Məncə yoxdur. Yoxdursa, artıq təlimi yavaş-yavaş yekunlaşdıraq. Artıq 2 saatdır. Vaxt necə gəlib, necə keçib, heç hiss eləmirəm. Dəvətimizi qəbul etdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Düşünürəm ki, bu təlim iştirakçıların bu sahə üzrə, yəni jurnalistika üzrə müəyyən bir fikir formalaşmasında müəyyən qədər rol oynadı. Qrupumuzda mütəmadi olaraq təlimlər təşkil olunacaq. Tövsiyəm budur ki, qrupu tərk etməyəsiniz, hətta həmkarlarınızı da dəvət edəsiniz. Sertifikat üçün elandakı nömrə ilə əlaqə saxlamağınız kifayətdir. Gecəniz xeyrə qalsın. Növbəti təlimlərdə görüşənədək. Sağ olun, xudahafiz. Sağ olun. Bu arada Sağ olun. kiminsə şəxsən sualı varsa, iş nömrəm Fatimə xanımda var. Müraciət edib iş nömrəmi əldə edə bilərsiniz ondan. Hər hansı məsələn xəbər mətni əldə etmək istəsəz və yaxud da nitqin formalaşmasında və yaxud da jurnalistikada hər hansı bir nüanslarla bağlı sual əldə etmək istəsəz, şəxsi nömrəmi ala bilərsiniz Fatimə xanımdan. İş nömrəm. Çox sağ olun. Buyurun, sağ olun. Gecəniz Sağ xeyrə. olun. Sağ olun. Sağ olun. Gecəniz xeyrə.